Salam aleyküm. Aleyküm selam. Yaxşıyıq, siz də yaxşı olasınız. Dilara Əlhəmdə biz xanım də necəsiniz? Xoş gəlmisiniz. Sizi görmək nə xoşdur. Dilara xanım. desəyərək. Buyursun. Biraz ajataj Necə? oldu qrupdan. Yaxşı ki, hər şey qaydasında. Mən biraz seminara yaxın dedim, biraz çəkileyim. O ərəfədə nə olubsa o ərəfədə olub. Ha, üzgün sayın ben biraz aran katmış olabilir. Biraz yani gerginleşmiştim ki nasıl bir problem var mı? Estağfurullah, yəni çox təbiidir də, yəni təlimdən əvvəl Ha, normaldi yani böyle. elhamdülillah güzel oldu. Ümid edirəm ki hamınızın Ramazanı çok güzel keçir. Oruç tutabilirsiniz, təravih namazlarınızı qılırsınız, sahura qalxırsınız, təheccüd namazlarınızı, digər ibadətlərinizi rahat şəkildə eləyə bilirsiniz. Allah hər birinizin ibadətlərini qəbul eləsin. Ramazanınız mübarək olsun. Eee, mhm. Əvvəlcə istəyirəm ki, biraz ICP Azərbaycan haqqında danışaq. Ümumiyyətlə ICP-nin nə olduğu haqqında danışaq. Ondan sonra sözü verəcəm inşallah Səyyarə xanıma. Deməli, əvvəlcə özüm haqqında məlumat verim ki, mən Sevinc Qafarova hal-hazırda Malayziyada Beynəlxalq İslam Universitetində inkişaf psixologiyası üzrə magistr təhsili alıram və Malayziyaya gəldikdən sonra psixologiyanı sadəcə qərb yanaşması ilə deyil, İslam yanaşması ilə də öyrənməyin yollarını axtarmağa başladım və beləliklə ICP qrupuna rast gəldim. Deməli, ICP nədən bəhs edir? Bilirik ki, hal-hazırda, yəni dünyada ön planda olan psixologiya qərb psixologiyasıdır. Hansı ki, yəni bilirik ki, qərb psixologiyasında əsas götürülən scientific elmi metodlar nələrdir? Və bu psixologiyada da öz təsirini göstərib, hansı ki, insana sadəcə insanın davranışına və zehninə əsasən yanaşılır. Yəni onun ruhu, qəlbi, nəfsi, ağlı və digər halları, Allahın insana verdiyi digər halları nəzərə alınmır. İnsan sadəcə belə bir robot olaraq, texniki bir cihaz olaraq sadəcə incələnir. Ona görə də hal-hazırda bu qədər dünyada bu qədər problem var. İnsanların bu qədər psixoloqlara getsələr də, bütün pullarını psixoloqlara töksələr də, o əldə edə bilmədikləri daxili huzur, iç huzur məsələsi var. Ona görə ICP-nin mənası odur ki, International Students of Islamic Psychology. Yəni dünyanın bir çox fərqli ölkələrindən müsəlman psixoloqlar bir araya gəliblər və biz necə İslami psixologiyanı da bu sahəyə əlavə eləyə bilərik deyə başlayıblar düşünməyə. Hansı ki, bilirik ki, yəni İslami psixologiyada bayaq da qeyd elədiyim kimi, yəni insana sadəcə belə bir texniki bir cihaz kimi yanaşılmır. Ona yəni hər tərəfli Allahın yaratdığı bir məxluq olaraq, bir əhsəni təqvim olaraq yanaşılır. Allahın yer üzündəki xəlifəsi olaraq yanaşılır. Yəni bu şəkildə yanaşmayla dediyim kimi sadəcə insanı heyvanlar aləminə daxil edib onun üzərində hansı araşdırmalar aparmaq qətiyyən eyni deyil və yəni eyni yerlərə aparmır da insanı. Ona görə dediyim kimi, yəni bununla bağlı müsəlman psixoloqlar bir yerə toplaşıblar və bu sahədə də sırf yəni əslində İslami psixologiyanın adı ilmun nəfsdir. Yəni hansı ki bizim öncəki alimlərimiz İmam Qazali olsun, İbn Sina olsun, İmam Əl-Bəlxi olsun, onların kitablarına baxanda görəcəyik ki, insanın hallarına dair nə qədər geniş şəkildə danışıblar. İnsanın nəfsi ilə bağlı, qəlbi ilə bağlı, qəlbdəki xəstəliklərlə bağlı, qəlbin xəstəliklərinin onun davranışlarına təsiri ilə bağlı. Yəni əgər biz insanı geniş şəkildə ələ almasaq, yəni mən tutaq ki, bir insana baxanda onu hər tərəfli analiz eləməsəm ki, həmin insan nələri izləyir, nəyə baxır, nə yeyir, nə içir, kimlərlə oturub durur, hansı davranışları edir, yəni həyatında hansı ibadət varmı bu insanın həyatında, Allaha nə qədər yaxındır. Bunları bilmədən onun psixoloji portretini də tam olaraq çizə bilmirəm. Yəni tam olaraq deyə bilmirəm ki, bu insan həqiqətən sağlamdır. Yəni biz təbii ki, müsəlmanlardan söhbət gedir burada. Amma dediyim kimi, digər tərəfdən də dünyanın bir çox ölkələrinə baxanda görürük ki, insanlarda hal-hazırda nə qədər fərqli şəxsiyyət pozuntuları, ondan sonra panik ataklar, təşviş pozuntuları, hansı ki, nə qədər əlavə dərmanlar filan da qəbul etsələr də tam olaraq bundan qurtula bilmirlər. Və yaxud da ki, həyatlarında bir problem baş verəndə sadəcə həmin problemin içinə daxil olub qalırlar və oradan çıxış tapa bilmirlər. Və İslam psixologiya bizə bu nöqtədə həqiqətən çox kömək eləyir. Hansı ki, insanı Allahla əlaqələndirəndə və həyatındakı problemlərə də tamamilə fərqli bir pəncərədən baxanda insanın görürsən ki,
artıq o problemlərə yanaşması da fərqlənir və başlayır o problemlərdən məna çıxarmağa. Və həyatında məsələn tutaq ki, biz artıq bir problem yaşayırıqsa, artıq başlayırıq həmin problemi digər insanların faydasına necə çevirə bilərik bununla bağlı düşünməyə. Belə. Ona görə yəni İslami psixologiyada əsasən bununla bağlı işləyir və İslami psixologiyada bir çox fərqli kurslar var. Hansı ki, məsələn, Futuva Akademi var. Qadın və kişi psixologiyası, qadın və kişi fitrəti ilə bağlı məsələn kurslar təşkil edilir. Hansı ki, müasir dünyada bilirik də bu gender rollar nə qədər dəyişib, qadınlar kişiləşməyə doğru gedib, çox təəssüf ki, kişilər qadınlaşmaya doğru gedib və bununla bağlı kimsə nəsə eləməlidir. Bunun üçün də ən uyğun insanlar kimlərdir? Biz müsəlmanlar. Yəni biz özümüz əlimizi daşın altına qoymasaq, biz özümüz nəsə eləməsək, bu problemlərdən də çıxış yolu tapa bilmərik. Ən azından öz çevrəmizdə, öz kiçik çevrəmizdə kiçik sosial mühəndislər olsaq, əlimizdən gəldiyi qədər bu mövzuda dediyim kimi əlimizi daşın altına qoyub çalışsaq, ümid edirəm ki, yəni Allah bizə bərəkət verəcək bizim işlərimizə də və dünyanı daha yaşanılabilir bir yer halına gətirəcəyik. Məsələn, Futuva Akademi dedim var. Məsələn, uşaqlarla bağlı başqa kurslar olur. Uşaqların həm İslamı öyrənməkləri ilə bağlı, həm digər psixoloji cəhətdən inkişaf etmələri ilə bağlı və yaxud da ki, mentor-mentee sistemi olur bizim ICP-də eyni zamanda və yaxud da ki, məsələn, bu yaxında inşallah Türkiyədən olan başqa fərqli hocalarla da çalışacağıq ki, görüşlər eləyək. Bu yaxında Gabor Mate'nin məsələn bir webinarı oldu ümumi ICP-də. Mustafa Mərtərin məsələn məşhur Türkiyəli psixoloqdur o da. Yəni dünyada olan fərqli psixoloqları da birləşdirib onların da yanaşmalarını öyrənməyə çalışırıq və sizin yəni dünyadakı bir çox müsəlman psixoloqa çıxışınız olur bu sayədə. Daha fərqli yanaşmaları öyrənmiş olursunuz. Sadəcə bizə yeridilməyə çalışılan, dediyim kimi, qəlb psixologiyasına artıq başımızı soxub orada qalmırıq. Yəni bizim də öz yanaşmamızı ortaya qoyuruq. Belə, bu şəkildə uzatdımsa üzrlü hesab eləyin. İndi sözü verirəm Səyyarə xanıma. İnşallah o da çox maraqlı bir mövzu haqqında danışacaq bu gün. Ümid edirəm ki, diqqətlə dinləyəcəksiniz. Buyurun Səyyarə xanım. Təşəkkür edirəm Sevin. Çox ətraflı giriş elədin. Mənə gəlir ki, ICP haqqında ətraflı danışmaq lazım idi. Çünki bizim bugünkü auditoriyamız çox rəngarəngdir. Mən baxıram, bəzi adamları tanıyıram. Mənim şəxsi auditoriyamdan alanlar var, yoldaşlarımız var, dostlarımız var. Psixologiya təhsili almış insanlar var burada. Onları görürəm. Süleyman müəllim var bizim öz ictimai qrupumuzdan. Gülarə xanım var. İradə xanımı gördüm. Yəni bəzi adlar bilinmir. Yaxşı olar ki, adlarınızı yazasınız. Biz bilək ki, kimlər var idi. Çünki nə qədər də olmasa canlı görüş qədər olmasa da biz çalışaq ki, ancaq özümüz danışmayaq da sizi də hiss eləyə bilək. Ətraflı giriş üçün təkrar təşəkkür edirəm Sevinç. Mən da biraz danışmaq istəyirəm ki, ümumiyyətlə bu ICIP ilə birlikdə bizim bu təlimimiz necə ərsəyə gəlir və necə ərsəyə gəlib, ümumiyyətlə şəxsən mənim üçün bu hansı mənanı daşıyır. Məncə bu çox önəmlidir. Qısaca bu barədə danışmaq istəyirəm. Ümumiyyətlə, hal-hazırda Ramazan ayındayıq və Ramazan ayınız mübarək olsun. Hər kəsin buna hansı mənanı yükləmənizdən asılı olmayaraq zamanınızın bərəkətli və dolu-dolu keçməsini arzulayıram. Əgər siz Ramazandan bir müsəlman kimi faydalanmaq istəyirsinizsə də, bu mənada da ən gözəl şəkildə faydalanmağınızı arzulayıram. Və bizim də əslində niyyətimiz Ramazan boyunca bu təlimləri, bu webinarları məhz Ramazanda bunu eləməyə çalışırıq ki, məhz o bərəkətlə bağlı da bir faydamız olsun. ICIP ilə, Azərbaycan ICIP ilə mən çox da uzun zaman deyil ki, tanış olmuşam və bu çox xoş oldu mənim üçün. Zaten bizim icmamız yeni-yeni deyərdim ki, bərkiyir və nələrsə eləmək istəyən yoldaşlarımızı tapırıq və birlikdə baxırıq ki, nə eləyə bilərik. Və siz də psixologiyada olan hər bir Azərbaycandan olan hər bir adam bununla bağlı qoşula bilərsiniz və mən baxdım bugün artıq qrupumuza bəzi adamlar məhz webinar sayəsində gələn çoxlu adam olub. Bu məni çox sevindirdi. Orada da tanıdığım adamlar var idi və bu məni çox sevindirir. Həm buna vəsilə olmağımı sevindirir şəxsi olaraq, həm də ümumiyyətlə bunun baş verməsi sevindirir. Və bu niyə görə sevindirir? İki səbəbi var. Birincisi, Sevincin qeyd elədiyi elm-i nəfs məsələsi ilə bağlıdır. Hansı ki, bugün mövzu seçəndə mən dedim ki, gəlin ən yaxşısı mən əsas anlayışları seçeyim. Çünki mən özüm də hələ
bu psixologiyanın məhz bu məktəbi ilə Qərb məktəbində aldığım təhsil qədər özümə güvənmirəm demək düzgün ifadə olmaz, amma arxayın deyiləm demək düzgün olar. Çünki ən azından o bir tərəfdə artıq 10-15 ilə yaxındır ki, bəlkə də daha da çox, yəni akademik mənada daha da çox müddətdir ki, mən orada oxuyuram, yazıram, danışıram, dərs keçirəm və s. İstər-istəməz bir özünə arxayınçılıq ya formalaşır ki, bu da heç həmişə yaxşı şey deyil, amma ən azından o baza var. Amma elmin nəfs nədir və ümumiyyətlə psixologiya elminin harasındadır və biz onu necə başa düşək haqqında bu gün danışmaq istədim. Məhz ona görə ki, bu həm də biz bundan sonra bir neçə başqa webinarımız olacaq və bu yaxşı bir başlanğıc ola bilər. Həm də mənim üçün də daha dürüst olar ki, yığdığımı indi sizə danışmağa çalışaram və oradan sonra da yeni şeylər oxumağa davam eləyərəm. Və niyə əhəmiyyətlidir? Çünki psixologiya elmində, yəni əslində bu məktəbin burada olan küllü miqdarda bir məlumat var, küllü miqdarda bir hikmət var. Yəni təkcə sadəcə məlumat yoxdur da. Yəni burada həqiqətən çox dəyərli bir şeylər var və onun bizim coğrafiyamızda yaşayan, bizim coğrafiyamızda işləyən, bizim insanımıza aid olan ən böyük özəlliyi şərqdirmi, qərbdirmi bəlli olmamağıdır. Və ondan da əlavə şərq və qərb prosesinin də dünya üzərində əslində yavaş-yavaş silinməyi məsələsidir. Bunun özünə görə ayrı bir tarixi var və bu çox maraqlı mövzulardır. İstəsəniz bu barədə də nə vaxtsa danışarıq. Hansı ki, daha çox belə inteqrativ bir mövzudur. Mən qeyd edeyim ki, mən çox sevinərək ifadə etmək istəyirəm ki, bu il mən yeni bir təhsilə başlamışam və inşallah ki, xeyirlisi ilə bunu davam elətdirib yekunlaşdıraram. Bu deməli İslam elminin inteqrasiya məktəbinin magistr proqramıdır, hansı ki, məhz İslam biliklərinin inteqrasiyası ilə məşğul olur və misal üçün mən deyəndə ki, nəyə görə bu önəmlidir? Çünki bu coğrafiyadakı insanımız bilinmir şərqdir, qərbdir. Artıq mən bir neçə elmi bir-birinə qatışdırmış oldum və bilinmədi ki, mən nədən danışıram və bu təhsil əslində onu tələb eləyir ki, biz əslində indi bir tək bir məsələni ancaq psixologiya ilə izah edə bilmirik. Elə eləməməliyik də zaten. Bu insan belə bir varlıq deyil. İnsan yəni hər bir cəhətdən təsirlənən varlıqdır və dolayısıyla da hər şeyi nəzərə almalıyıq və mənə gəlir ki, bu baxımdan da webinarlar keçirmək faydalı ola bilər. Və elm-i nəfs həm də tarix baxımından qərb psixologiyasından əvvəl yaranmış bir elmdir. Əlbəttə ki, buna fəlsəfə də demək olar. İndiki müasir elmlər sisteminin təsnifatına əsaslansaq, biz buna tarix də deyə bilərik, biz buna teologiya da deyə bilərik. Amma fakt adı elmin nəfsidir və elm idi ki, zaten o dövrlərdə elm olan şeylərə biz sonradan fəlsəfə dedik. O vaxtlarda onlar hamısı elm idi. Və bu baxımdan, yəni nəfs, deməli, sözün iki hissəsi var. Elmin nəfsi. Elm məsələsini məncə aydınlaşdırdıq ki, bu elm idi. Nəfs nədir bəs yaxşı? Niyə psixologiya o tərəfdə belə adlanır? Və ya bu bizim bildiyimiz psixologiyadırmı? Və yaxud ümumiyyətlə söhbət nədən gedir? Gəlin buradan başlayaq və əsas anlayışlar məsələsini açaq. Mən indi sizin çatınıza, mən çox üzr istəyirəm, mənim təqdimatlarla o qədər aram yaxşı deyil deyə mən bir türlü o təqdimatı hazırlaya bilmədim və qızları gözlətdim, axırda təqdimat alınmadı və mən sizə planı göndərəcəm indi çata. Məncə hər biriniz çata baxa bilirsiniz. Nərmin xanım mesaj yazıb, çox sağ olun. Çox maraqlı ixtisasdır. Psixologiya eləmi? Təşəkkür edirik. Bu təxmini bir plandır, mövzumuzun planıdır və mən başlayacağım. İndi burada əslində çox sıxılmış bir versiyasıdır. İndi biraz daha açmağa çalışacağım. Baxın, bir çox müəlliflər var burada. Mən bugün sizə çoxlu adam adları deyəcəm və bəzi kitabları da deməyə çalışacağım. Əgər kimsə dərindən oxumaq istəsə ya da bundan sonraki webinarlara qədər dərinləməsinə getmək istəsə, çünki məncə Süleyman Hocanın mövzusu daha spesifik idi. Sevinç birazdan bizə deyər onun mövzusunu, axırda elan eləyər. Yəni bundan sonraki webinarlar daha spesifik olacaq. Yəni belə anlayışlar kimi bir şeylər olmayacaq. Ona görə anlayışlar
içində bələdləşmək, alimlərin içində bələdləşmək də bu mənada biraz faydalıdır. Birinci, əlbəttə ki, biz İslam tarixinə baxmalıyıq və məhz ilahiyyatla bağlı. Sevinç xanım çox doğru deyir. Mən biraz klassik mühazirə kimi danışıram. Ona görə siz not tutsanız faydalı ola bilər sizin üçün. Bəli. İslam tarixinə baxsaq, biz orada bir çox müəllifləri görərik, hansılar ki, insanın mənəviyyatı və mənəvi problemləri ilə bağlı bir çox təkliflər eləmişdilər. Bu mənəvi problemlərini də çox zaman qəlb xəstəliyi adlandırırdılar. Və burada artıq avtomatik nəfs, qəlb, ağıl, ruh kimi əsas anlayışlar üzə çıxır. Burada ən birinci bizim ağlımıza gələn alimlərdən biri Əl-Qəzalidir. Və Əl-Qəzali öz dövründə 12-ci əsrdə yaşayıb, səhv eləmirəmsə, səhv demiş ola bilərəm, düzgün deyim. İcazə verərsinizsə baxım deyim. Çünki səhv demək istəmirəm. Yəni Əl-Qəzalinin iki əsas önəmli, bəli, 11-ci əsrdə, 11-ci əsr və 12-ci əsr, 1058-ci ildən 1111-ci il kimi. İki əsas əsəri var. Birincisi İhya-i Ulumuddin, ikincisi isə Qəlblərin kəşfi dediyimiz əsərdir. Siz o əsərləri internetdən rahatlıqla tapa bilərsiniz, amma biraz uzundular və biraz mənə gəlir müşahidə tələb edən oxuma olacaq bu, amma oxumaq maraqlı ola bilər. Çünki çox böyük məsələlər var, orada hissələri var. Biz bugün onlara sadəcə giriş edəcəyik. Və Əl-Qəzalinin əsas bizə təklif etdiyi məsələ burada ümumiyyətlə necə başa düşək ki, insanın mənəvi vəziyyəti yaxşı vəziyyəti deyil. Yəni orada problematik olan vəziyyəti biz necə başa düşək? Və qəlb xəstəliyi anlayışı təxminən nə deməkdir? Bunu anlayaq. Yəni bir saniyə. Deməli, burada ən önəmli bənzətmə odur ki, insanın hissləri, bəzi hisslər yəni qəlb xəstəliyi səviyyəsindədir. Şəhvət bura aiddir, qəzəb bura aiddir. Və bunu idarə eləyə bilməyəndə insan, həsəd bura aiddir. Bunu idarə eləyə bilməyəndə insan o artıq nəfsin təsirləri altında qalır. Və ağıl mərtəbəsi, ağıl kateqoriyası belə deyək, öz funksiyasını yerinə yetirə bilmir. Və burada avtomatik biz başa düşürük ki, ağıl kateqoriyasına verilən bir xüsusi məna var və o məna idarə edən tərəfdir. Bəs ruh nədir? Ruh isə məhz nəfsin özüdür. Yəni tamamilə içi, daxili hissəsidir, hansı ki Allahla bağlıdır. Bəli, Süleyman, mən burada kitabların adını yazır. Allahla birbaşa bağlıdır və orada artıq insanın bədəninə aid olan, bu dünyaya aid olan, öz arzularına, şəhvətinə, bədəni ilə bağlı acılıqdır, bütün o aciz dediyimiz özünü zəif hiss elətdirən və möhtac hiss elətdirən vəziyyətlərdən arınmış olan təmiz bir hissəsidir, nəfsin ruh hissəsi. Və burada önəmli olan Qəzalinin təklif etdiyi bəzi praktikalar var. Bunlar riyazət və mücahidə adlanır. Riyazət bu pəhriz deməkdir və bildiyiniz misal üçün Ramazanda bizim oruç tutmağımız olsun. Psixologiyada asketizm deyilən şeylər. Yəni insanın özünə tamamilə əks effektlə nəyisə məhrum etməsi. İnsan birinci növbədə başa düşməlidir ki, onu nəyə çəkir? Tutaq ki, şəhvətdirmi, qəzəbdirmi, bir şeyi çox istəməkdirmi, bir nəfsin mən deyilən tərəfi, kibir, ucub deyilən, yəni kibirlə ucubun fərqini burada demək lazım. Yəni bu şeyləri, nələr ki hiss edir ki, onlar artıq ifrat səviyyədədir, o pəhriz effekti ilə məhz o şeydən özünü məhrum eləyərəkmi, onu bir onunla bağlı bir pəhrizə girərək onu tərbiyələndirir. Yəni nəfsi tərbiyə etmək lazımdır. Burada əsas ideya budur ki,
nəfsdən sən əgər onu tərbiyə eləməsən, baş-başa qalacaqsan və çox belə deyim ki, ona məhkum olacaqsan və ona məğlub olacaqsan. Yəni əsas ideya burada budur. Və ağlın da funksiyası bu dəngəni sağlamaqdır, bu balansı qorumaqdır. Hansı ki, yenə də psixologiya elmində də balans məsələsi ilə çox uyğun gəlir. Burada mən paralel İbn Sinaya getmək istəyirəm. Hansı ki, İbn Sina da qəzəldən bir əsr belə araları var və İbn Sina bilirsiniz ki, həkim olub və o tibb elmi tarixində çox önəmli olub uzun illər. Düzdür, mübahisəli məqamlar da çox olub. Ümumiyyətlə, təsavvufla, sufiliklə, insanın mənəvi inkişafı ilə dərinləməsində məşğul olan alimlərin çoxusu bir mübahisəli bir məsələlərə düşüblər. Çünki burada anlayışlarla bağlı artıq avtomatik olaraq bir mübahisə yaranır. Və bu daha çox etiqadi mübahisələr olur. Yəni İslamın özünün içərisindəki məzhəblər məsələsidir, mübahisələrin yarandığı bir çox konkret suallar var, onlarla bağlı olub. Amma ümumən İbn Sinanı bir həkim kimi, bir müalicə eləyən insan kimi, yəni burada biz ona həm də psixoterapevt kimi də nəzərdən keçirə bilərik. Yəni sual altında deyil ki, onun çox böyük töhfələri var və İbn Sina da burada insan nəfsini iki əsas qata bölür. Birinci qat bu nəbatatdır, yəni insanın bədən tərəfidir və o digəri ruhi nəfs, yəni insanın məhz ruhani olan tərəf, nəfsinin ruhani olan tərəfidir, hansı ki, artıq onun daha çox Allaha doğru aparan bir məsələsidir. Bax, burada kibir və ucub haqqında biz yenə danışmaq istəyirik. Yenə də orada da aktualdır deyə danışmaq istəyirəm artıq. Baxın, mənlik anlayışı qərb psixologiyası ilə maraqlananlar və oxumuş olanlar bilirlər ki, psixologiyada çox önəmli bir mərkəzi bir mövzudur. Məncə burada biraz paralel müqayisəsi eləməyə dəyər. Çünki çox prinsipial fərqlər var. Baxmayaraq ki, əslində qərb psixologiyasında da ego haqqında, self dediyimiz öz haqqında, insanın mən anlayışı, mən konsepsiyası haqqında fərqli görüşlər var. Fərqli baxışlar var. Bu arada Mustafa Mərtərin bayaq adı çəkildi. Mustafa Mərtərin iki kitabı var məndə. Mən onları sizə göstərə bilərəm və siz əgər oxumaq istəsəz rahatlıqla əldə edə biləcəyiniz yaxşı kitablardır. Bu birinci balaca olandır. Bu 900 qatlı insan adlandırıb Mustafa Mərdər insanı. Digəri isə elə bildiyiniz nəfs psixologiyası adlanır. Elə kitabın adı da elədir. Və bu kitablarda Mustafa Mərtər bütün konsepsiyaları yazır və müqayisə edir. Dediyim o qərb psixologiyasına aid konsepsiyaları da yazır. Sonra elm nəfsə aid də bir çox məsələləri qeyd edir. Və burada mənlə bağlı elm nəfs məktəbində, yəni şərq məktəbindəki psixoloji ədəbiyyatda əsas nəzərdə tutulan məqam bizim günümüzdə narsisizmlə bağlı aktuallaşan, deyərdim ki, psixoterapiya məktəblərinin çoxsunun durmadan tədqiqatlar apardığı, şəxsiyyət pozuntuları ilə bağlı ən uyğun metodu axtardıqları günümüzdə həqiqətən çox diqqətə layiqdir. Burada məsələ kibir və ucub dediyimiz o iki halı anlamaq, doğru anlamaq və sağlam bir nəfslə, izzət-i nəfs dediyimiz anlayış, hansı ki, daha çox ədəbi bir ifadədir, elmin nəfsin ifadəsi deyil, amma ləyaqət hissindən söhbət gedir. Yəni, insanın özünün özünə, o Quranda da bir çox peyğəmbərlərin həyatlarından gördüyümüz məsələlər var ki, yəni, İslamda nə var əsas məsələ? İnsan özünü zəif vəziyyətə qoymamalıdır. İnsan özünü qorumalıdır, özünü müdafiə eləməyə bacarmalıdır. Qəzəbin, misal üçün, əsas funksiyası budur. Şəhvətin, o ağlın tərbiyə eləyə bildiyindən sonra idarə eləyə bildiyi şəhvət və qəzəb əsas funksiyaları nələrdir? Qəzəbinkisi idarə eləməkdir, əskərlikdir. Şəhvətinkisi isə insanın öz məsələləri ilə bağlı cəsarət qazana bilməsidir. Oradan cəsarətlənə bilməsi. Oradan ona cəsarət gəlir, oradan ona bir istəmək hüququ gəlir və bunlar sağlam səviyyədir. Amma bunun qeyri-sağlam səviyyəsi, kibir. İnsan özünü tərifə layiq hiss eləyir. Mütəmadiən buna aid bir şeylər axtarır. Başqalarının ona
tərif verməsinə ehtiyaclanır. Yəni bununla bağlı bütün iletişim, bütün kommunikasiya bunun üzərinə qurulur. Və yaxud bütün əslində motivasiya da bunun üzərinə. Ucub isə nədir? Öz işlərini əsas uğurun mənbəyi görmək, özünün əməlini yəni mən eləyirəm, mənim sayəmdə olur, bunun sayəsində olur. Yəni burdakı digər səbəbləri görə bilməmək, ilahi bir qüdrət mənbəyini sənə dəstək verdiyini görə bilməmək. Burada çox böyük bir koqnitiv xəta var əslində. Yəni sən madam belədir, o zaman sən nəyisə eləyə bilmədiyin situasiyalarda da özünü çox dərindən göməcəksən deməkdir bu həm də. Yəni, qərb psixologiyasında da buna aid çox tədqiqatlar var. Yəni, xüsusilə koqnitiv dissonans nəzəriyyəsində bu şeylər var ki, insan çox vaxtı uğuru özündən görür, məğlubiyyəti isə başqa yerdə axtarır səbəb. Yəni, bu klassik bir koqnitiv xətalardan biridir. Ancaq burada ifrat səviyyəsi olanda artıq biz şəxsiyyət səviyyəsində bir pozuntu görürük. Yəni, qəlb əməlləri və ya qəlb xəstəlikləri kimi sırf mənəvi görsənən izahları mən bu söhbəti niyə edirəm? Elm nəfslə bağlı oxuyanda bir çoxumuza elə gələ bilər ki, bunlar hamısı belə mənəvi bir öyrətidir, doktrindir və düzgün və səhv üzərinə. Biraz elə təəssürat yarada bilər. Birincisi ona görə ki, bir çoxumuzda şərq fəlsəfəsinə və ümumiyyətlə şərqin verdiyi bütün məlumatlara qarşı biraz belə qərəz formalaşıb. Bilmirəm, bunun özünü belə araşdırmaq lazımdır ki, bu necə olub formalaşıb. Bu çox maraqlı bir fenomendir. Bəlkə bizim məktəb təhsilimizdən yaranır bu, bəlkə biz daima ona bizə öyrədən adamların tərzində bir muizəlik olub, ola bilər onlarla bağlıdır. Və avtomatik oradakı informasiya da elə kodlanır. Yəni, buradan kimsə bizə muizə oxuyur sanki. Sanki kimsə bizi izah edir ki, bu düzdür, bu səhvdir, bu belədir. Sanki bizi ayıblamağa çalışırlar. Bax, bu nəzəriyyəni, o izahı o filtrdən keçirtməklə başa düşmək arasını başa düşmək ilə burada nə demək istəyir? Burada hansısa bir düstur var. Burada nəyisə çox, nəyisə az olanda nə olacağı haqqında bir izah var. Belə daha elmi baxmaq çox böyük fərqləri var. Yəni başa düşəndə ki, həqiqətən axı belədir. Bu həqiqətən axı belə işləyir. O zaman artıq biz o elmə elm kimi baxa bilirik. Yəni elm nəfslə bağlı mənə gəlir ki, Azərbaycanda və ya bu coğrafiyada bu biliklərdən istifadə eləməməyimizin, hətta oxusaq belə çox da istifadə eləməməyimizin səbəblərindən biri də budur. Biz onları belə nağılvari başa düşürük biraz. Burada deməli gəldik, çatdıq nəfs mərtəbələri anlayışına. Mənə gəlir ki, ayrılmaz bir mövzudur bu. Bunu elə demək lazımdır. Burada bir neçə deməli fəsifatlar var. Ən minimumu 3 mərhələdir və ən maksimumunda 9 mərhələyə qədər gedir. Mustafa mərtəbəsi 900 qatdır. Burada ümumiyyətlə o qat olmasını vurgulamaq üçün deyir. Mən qeyd edeyim ki, bu ifadələr ümumiyyətlə Qurandan götürülüb. Qurandakı ayələrdə bu sözlər keçir. Və birinci qat bu nəfs-i əmmarə deyilən qatdır. Əmr sözüdür. Yəni əmr verən nəfs. Daima nəyisə istəyən, tələb edən, dürtüsəllik dediyimiz, impulsivlik dediyimiz şeylər. Və elm nəfsdə birbaşa elə belə deyir ki, pisliyi əmr edən. Yəni mən dedim ki, əmr edən, amma ədəbiyyatlarda pisliyi əmr edən. Nəyə görə buna birbaşa olaraq pislik deyirik? Bir də onu anlayaq. Çünki pis və yaxşı, doğru və yanlış kimi dixotomiya ilə izah eləyəndə də bəzən dinləyici və oxuyucuda skeptikizm yarana bilər. Mən bunları danışanda nəyə görə avtomatik tənqidi ilə bir yerdə danışıram? Çünki sizə də sonra suallar verəcəm. Auditoriyanın fikirləri mənə çox maraqlıdır. Şəxsən mənim özümdə belə oxuyanda yaranan o assosiasiya ilə birlikdə danışmaq istəyirəm. Oxuyuram və düşünürəm. Məgər nəfs ancaq kötülüyümü əmr edir? Yəni insanın hansısa bir ehtiyacı niyə birbaşa olaraq pislik kimi sayılsın ki? Bax belə yanaş sual verirəm və o sualıma özüm cavab axtarıram. Və söhbət burada nədən gedir? Söhbət dürtüsəllikdən gedir. Dürtüsəllik türk dilində bir termindir. İmpulsivlik Azərbaycan dilində istifadə edirik.
Yəni meyllərin, daxildəki dərk olunmayan tələbatların meyl şəklində üzə çıxdığı halların idarə olunmadan, idarə oluna bilmədən olan vəziyyəti. Yəni insanı bütünlüyü ilə öz ağuşuna alan, öz düşüncələri və davranışları üzərində idarəsini sağlamağına mane olan bir hali vəziyyətdir. Avtomatik olaraq bu birbaşa olaraq nədir? Destruktiv bir vəziyyətdir demək. Konstruktiv və destruktiv meyarla yanaşanda da bu kötülüyə səbəb olur avtomatik. Çünki niyə? İnsanı dağıdır. Onun funksionallığını pozur, onun münasibətlərini pozur, zamanı ilə idarə etməyini pozur. Yəni bütün meyarlarla bu sağlıqlı olmayan bir vəziyyətə gətirib çıxardır. Ona görə də bu fikirlə biz razılaşa bilərik ki, bu pisliyi əmr eləyir. Yəni səni qoymur ki, sən oturasan. İkinci qat və bu qatın əsas özəllikləri nədir? Burada insana əzab verən, onun bu vəziyyətə düşməsinə səbəb olan ən əsas psixoloji hallar hansılar? Şəhvət, ehtiras dediyimiz, hırs, yəni ambisiya deyə bilərik, bir mütəmadi bir şeyi sübut eləmək ehtiyacı, həsəd duyğusu, psixologiyada və psixoanalizdə çox geniş araşdırılmış maraqlı bir hisslərdən biridir. Simiclik dediyimiz, cimrilik dediyimiz, paylaşa bilməmək, verə bilməmək halı, öfkənin çox belə kəskin vəziyyəti, disforik dediyimiz belə biraz da düşmənçilik səviyyəsində olan halı və yenə kibir və bu ədəbiyyatda dünya sevgisi kimi gedən, yəni elm-i nəfs, baxın bu İslam elmidir və söhbət burada dünya axirət arasında və yaxud dünya və fani olanla əbədi olan arasındakı seçimdən gedir. Yəni əsas buradakı mahiyyət nədədir? Nəfs və ruhun arasında gedən münasibətdən söhbət gedir. Yenə geri qayıda bilərik ki, nəfs və ruh. Hansı ki, nəfs insanın daha çox bu dünyadakı məsələləridir, bədənidir və bu dünyada var olmağıdır, kibridir, mənliyidir. Ruh isə əbədidir. İslama görə insan ruhu əbədidir, sonsuzdur və ölümsüzdür. Avtomatik olaraq orada bir dixotomiya yaranır və insanın imanı ilə, ruhu ilə bağı, Allahla olan bağı və qəlbin qatlarından da danışacağıq. Yəni ruhun daha dərin bir kateqoriya olduğunu nəzərə alsaq, yəni ora gəlib çata bilməmə halıdır. Nəfs-i əmmarə o haldır ki, bədəni ilə və bu dünya ilə bağlı olan dürtülər ona imkan vermir ki, o ölümsüzlük, o sonsuzluq hissiyatı ilə və dolayısıyla da rahatlama ilə buluşa bilsin. Yəni bu birinci bir qatdır. Qazalinin praktikaları və ya İslamın ümumi təklif etdiyi günahlar və savablar tərbiyəsi ilə oradan ancaq onunla yüksəlmək mümkündür. Növbəti mərhələ nəfs-i ləvvamə. Ləvvamə, yəni özü-özünü qınamaq, özü-özünə tənqidi yanaşmaq. Baxın, yenə də gəlir qərb psixologiyasının tapdığı araşdırmaların sonucundan uyğun gələn bir yer gəlib çıxır. Hansı ki, yəni bu insan təbiətidir və insan təbiətinin qanunlarıdır. İnsanın özü-özünü qınaya bilməsi. Və bu mərhələdəki insan yenə də nəsə bir şeylər eləyir, yenə də tutaq ki, öz bayaq dediyimiz hisslərinə qapılır, dürtülərini idarə eləməkdə çətinlik çəkə bilir, amma həm də özü-özünü refleks edə bilir, özü-özünü anlaya bilir, görə bilir kənardan. Zaman-zaman çox dərin bir peşmanlığa düşə bilir. Amma yenə də orada bir riya və gizli bir şəhvət məsələsi davam edir. Çünki biraz da bu tərəddüdlü bir haldır. Nəfs-i ləvvamə dediyimiz qat biraz insanın elə bir ki, beynində belə düşürsən, qalxırsan, düşürsən, qalxırsan. Bu belə bir səviyyədir. Burada da yenə də öz nəfsinlə ruhun o dediyim ölümsüz olan, sonsuz olan və Allahla birbaşa bağlılığı olan, şərtlərdən asılılıq hissindən qurtaran duyğu ilə bir əlaqə var. Amma o əlaqə belə gedir, gəlir. Onun ucbatından riya dediyimiz hal yaranır. Riya da çox maraqlı bir psixoloji hallardan biridir. Çünki riya nədir? Riyaya qərb psixologiyasında sosial istəklilik deyirlər.
Yəni başqasının gözündən bəyənilmək, yəni başqasının təqdiri üçün yaşamaq. Əməlin motivi sənin elədiyin əməl istər dünyaya aid olsun, istər ibadətə aid olsun, fərq eləməz. O əməlin motivində Allahla olan münasibət yoxdur da, ixlas problemi var burada. Digərlərinin gözündən. Niyə? Çünki yenə də biz qərb psixologiyasının digər biliklərinə arxalanaraq bunu başa düşə bilərik ki, alətlər çantamızdan istifadə edə bilərik də, oradan olan biliklərimizdən ki, bu necə baş verir? Çünki orada özünü görə bilir. Orada özünü aynalaya bilir. Öz qəlbindəki, ruhundakı Allahla bağlı bir təcrübəsi ola bilsin ki, çox azdır və o təcrübə ilə, o hisslə qidalana bilmir. Peki, o zaman buradan sonraki mərhələ nədir və ora necə getmək mümkündür? Nəfs-i ləvvamənin dediyimiz peşmanlıq imkanları var və özünə tənqidi yanaşa bilmək imkanı var. Və bu çox dəyərli bir vəziyyətdir əslində. Və yalnız o duyğunun hesabına insan özünün hər hansısa bir çatışmazlığını, zəifliyini, mənəvi zəifliyini, əmr verən nəfsin təsiri altında əzildiyi halını fərqinə vararaq ancaq növbəti mərhələyə gedə bilər. Və dediyimiz o riyaziyyətlə və mücahidə ilə, yəni cəhd eləməklə ancaq gedə bilər. Yəni bu belə möcüzəvi bir şey deyil. Ancaq bunu praktika ilə eləmək mümkündür ki, o da nəfsi mülhimə, yəni ilham alan. Demək ki, burada bir ilhama ehtiyac var. Düzdür, avtomatik olaraq sözün özündə bir hardansa gələn bir kömək var da. Yəni o kömək olmasaydı mən özüm eləyə bilməyəcəkdim. Bu nədir? Allahdan ilham almaq məsələsi. Baxın, İslamın ən önəmli dünya elmlərindən fərqi mənə gəlir ki, odur ki, dünya elmində induktiv metod əsasdır. Yəni biz axtarırıq, tapırıq, ümumiləşdiririk, nələrsə başa düşürük. İslam isə deyir ki, biz nəyisə başa düşürük, eləyirik, axtarırıq, amma informasiyanın mənbəyi bu deyil. İnformasiyanın mənbəyi və yaxud enerjinin mənbəyi, hər şeyin mənbəyi Allahdır. Və yalnız o istəyərsə və yalnız o verərsə və yalnız onun sayəsində bu baş verə bilir. İnsanın öz ruhu ilə, ölümsüz olan, sonsuz olan tərəfi ilə bağ qura bilməsi üçün də, o rabitəni həyata keçirə bilməsi üçün də yalnız Allahın köməyi lazımdır. Və bunun sayəsində də artıq insan zaman-zaman tənqidi baxaraq, belə arada bir gördüyü tərəddüd şəklində olan vəziyyəti daha aydınlaşır və o xeyirlə şəri, səhvlə düzgünü daha dəqiq görməyə başlayır. Bu qatlardır. Və bunlarla bağlı Quranda keçən ayələr var və konkret o ayələrə baxaraq başa düşmək olar ki, daha dəqiq fərqi nədədir? Yenə deyirəm, burada əsas ideya odur ki, yəni insan ancaq İslamı yaşayaraq bu qatları keçə bilər. Yəni, praktika, əməl edərək, oturub nəyisə fikirləşmək burada kifayət eləməyəcək. Bizim planımızda Süleyman mənim bir xeyli şey yazıb. Baxın, bir dənə var. Bax, görək nə yazıb. Din elmlərində 3 ilin Şahanə xanım nəsə yazıb. İmam Qəzəlinin Hikayə kitabını təbliğ ilə məşğulam. Dəhşətli dərəcədə gözəl və faydalı əsərdir. Zənnimcə o kitabın qədrini elan vurub biləcək miyik? Şahanə Əziz yazıb. Çox sağ olun Şahanə xanım şərhinizə görə. Ona kimsə də cavab verib deyəsən. Sevinç xanım yazıb. Maşallah bununla əlaqəli paylaşmanızı görürəm. Həmişə və çox təqdir edirəm. Biz çalışırıq. Nə gözəl, nə gözəl. Şahanə xanımı mən izləmirəm. Mən də izləmək istəyərəm, maraqlıdır. Süleyman mənim bədənə aid riyada olan məşqlər fiziki упражнение. Bəli. Ümumiyyətlə pəhriz deyilən riyaziyyat elmi daha çox bədənlə bağlıdır. Yəni baxın, heç təsadüf deyil də ki, biz Ramazanda bu söhbət eləyirik. Yəni Ramazan bunun üçün ən ideal mərhələdir həyatda. Yəni çünki Ramazanda bunları eləmək daha asandır. İndi istəyirəm bizim planda var idi Tirmizinin qəlb qatları haqqında. O çox gözəl bir konsepsiyadır. Onun haqqında biraz danışmaq istəyirəm.
Ümumiyyətlə qeyd edeyim ki, qəlbin qatları və ya səviyyələri ilə bağlı çox fərqli-fərqli, başqa-başqa da yanaşmalar var. Misal üçün mən burada həm də yazmışam 5 əsas lətifə, lətayif anlayışı da var. İstəyirsiniz oradan başlayaq. Said Nursi'də də bu var. Bir çox alimlərdə bu lətafət və yaxud cəvhər deyilən anlayış var. Və biraz düzdür bu 5 əsas lətifə yazılan bölməsi Nəqşibəndlilərin praktikalarıdır. Mən onlara baxdım və təvazökarlığım imkan verməz ki, mən o barədə nəsə danışım. Bu çox genişdir. Sadəcə onu deyə bilərəm ki, orada zikir praktikaları var. Mən zikr haqqında da biraz demək istəyirəm. Amma bir dənə Tirmizini deyim sonra. Baxın, Əl-Hakim Ət-Tirmizinin bu nəzəriyyəsində bu yaxında mən bir yaxşı seminardaydım. O seminarda xanım, psixoloq bizə zorakılığa məruz qalan insanda bu qatların necə işlədiyindən danışırdı. Bu çox maraqlı idi. Yəni insan, deməli, Tirmiziyə görə insanın qəlbi 4 belə metafizik qatdır. Yəni qəlb İslam psixologiyasında yaxud elm nəfsdə ürək orqan kimi ürəkdən söhbət gedir. Söhbət ümumiyyətlə qəlbdən gedir. Yəni bu bədənin bu hissəsindən və qəlb burada ağlı icra edən orqandır. Yəni ağıl dediyimiz o bayaqki şəhvəti, qəzəbi idarə edən, nəfsi idarə edən və hər şeyin süvarisinə çevrilən alət dediyimiz o əsas dəngəni sağlayan funksiya qəlbin funksiyasıdır. Yəni insan qəlbi ilə ağıl edir. Söhbət nədən gedir? Söhbət burada görmə qatlarından gedir. Paralel olaraq görmə haqqında danışmaq olar. Hansı ki, deməli, qəlbin birinci hissəsi bu sədrdir. Sədr yəni bu bütün sinə. Siz deyə bilərsiniz ki, Hind fəlsəfəsində çakralar var, orada nəsə anahata çakra var. Bunlar çox bənzəyir bir-birinə. Mustafa Bərtər məsəl üçün bu barədə yazır, çox maraqlı yazır ki, o müxtəlif nəzəriyyələrdə transpersonal nəzəriyyələrin bir çoxu ilə müqayisə eləyir elmi nəfsi. Baxa bilərsiniz onun işlərinə. Çünki Asacoli'də də bu qatlar məsələsi var. Jungda da müəyyən qədər var. Hind fəlsəfəsində də var. Amma görəsən biz düzgün başa düşmək üçün müqayisə eləməliyik. Yəni. Sədr deyəndə söhbət bütün sinə bölgəsindən gedir. Yəni insanın dünya ilə rastlaşanda birinci təsirləndiyi hissə. Ondan sonraki qat qəlbdir. Qəlb. Hansı ki, Qazalidə də qəlb var idi. Və daha içəridə, daha özəkdə olan fuad var. Fuad məhz bəsirətlə xeyri şərdən ayıra bilən, qəlbin məhz o əql eləyib də anladığı yeridir. Və onun da daha içindəki lubdur, lub adlanır. Hansı ki, tamamilə özdür, tam bir özdür və o əslində elə bayaq dediyimiz ruh səviyyəsidir. Yəni artıq insanın mənliyinə dair bir şey yoxdur. Burada çox saf bir qatdır. Yəni o artıq mən belə başa düşürəm ki, yəni birbaşa olaraq Allahın üfürdüyü ruh səviyyəsindədir. Və burada görmə qatları var. Birinci qat basar deyilir. Yəni burada elm-el yakin, əyn-el yakin və haqq-el yakin, yəqin dediyimiz qatları da var. Birincisində biz elm-el yakin, yəni nəyisə bilirik, nəyisə haqqında oxuyuruq, araşdırırıq, görürük, təcrübə edirik. İkincisində eyn-el yakin. Burada artıq biz öz hisslərimizlə təmas edirik. Qəlbi hallarımızla təcrübə, dini təcrübələr deyirlər də bunlara. Yəni o praktikalarda, tutaq ki, ibadətlər zamanı, zikir prosesində, Allahın təfəkkür dediyimiz prosesdə, yəni Quranı oxuyarkən və ya dünya ilə təmas qurarkən nəyisə tamamilə anlayırıq, hansı ki, insight adlandırdığımız halda. Və üçüncü qat isə artıq haqq-el yakin. Yəni orada artıq heç ümumiyyətlə sual yoxdur da, yəni orada tərəddüd yoxdur. Burada sadəcə bilmə var, anlama var və hiss etmə var və bir çox ədəbiyyatlarda da qeyd olunur ki, yəni bu sözlə çox da ifadə oluna bilmir.
bunu ancaq yaşamaq bu hal elmidir. Yəni bu qədər, yəni bunları deyə bilərəm. Bir də zikr haqqında biraz danışmaq istəyirəm. Baxın mənim planda demədiyim bir şey qaldımı? Hə, təskiyə haqqında demədim, onu da deyim. Və nəfsin sifətlərinin dəyişməsindən söhbət gedir. Burada nəfsin sifətlərinin dəyişməsi o da Nəqşibəndilikdə olan bir şey idi və ümumiyyətlə də qəlbdə Quranda belə bir fikir keçir ki, qəlb çevriləndir. Yəni qəlb sözünün mənasında bu çevrilmə məsələsi var. Qəlbi yalnız Allah çevirib düzəldə bilər. Yəni bu da yenə də eyni prinsipdir. Allahın əlindədir. Yəni biz öz qəlbimiz üzərində özümüz nəyisə eləyirik deyə bir arxayınçılıq doğru bir yanaşma deyil. Yəni burada çox böyük bir yanlış var. Qəlbin düzəlməsi, doğruya doğru çevrilməsi yalnız Allahın eləyə biləcəyi bir şeydir. Bizim burada amma bizim eləməli olduğumuz və eləyə biləcəyimiz şey duadır. Dua və zikir. Bunlar nədir? Bunlar psixoloji bir fəaliyyət olaraq necə başa düşülə bilər? Dua deyəndə söhbət insanın Allahla qurduğu birbaşa bağdan, ünsiyyətdən gedir. Yəni, dua ibadətin özüdür deyə bir ifadə var, yəni keçdirirsiniz. Haqq-ül yaqin dediyimiz səviyyədən, yəni sən əgər müşahidə dediyimiz səviyyə, harda ki sən mütəmadiən bilirsən ki sən Allah səni görür, səni eşidir və o var və sən birbaşa onunla bağlanırsan. Yəni bu belə bir haldır. Və dua artıq sənin istəklərini, acizliklərini, o nəfs-i əmmarənin tələblərini, ləvvamə səviyyəsindəki qınamanı, özü ilə anladığın o riya halını, fərqinə vardığın şəhvətini, səni aşağıya çəkən çox güclü qəzəbi və çox güclü şəhvəti, çox güclü hər hansısa bir dürtünü ifadə eləyə biləcəyin bir praktika. Yəni insanın öz ehtiyacını, öz nöqsan hiss elədiyini, o saxtakarlıq sindromu deyilən vəziyyətlər və yaxud da ki, mütəmadi başqa insanlardan təqdir axtarmaq ehtiyacı dediyimiz vəziyyət, görülməmə və eşidilməmə halının yaratdığı insanı çox belə zəif hiss elətdirən psixoloji halların yeganə deyərdim ki, ekoloji ifadə formasıdır dua. Çünki səni ayıblamayacaq, yadında saxlayıb sabah üzvə vurmayacaq, sənin öz fikrində ay Allah, mən ona bunu danışmışdım, sonra necə ondan üz-üzə gələ bilərəm kimi bir qayğıya düşməyəcəyin yeganə mövqe, yeganə mövqedir Allah. Yəni psixoterapiyada belə insan bunun əziyyətini çəkir. Yəni o güvən bağının qurulması üçün nə qədər vaxt keçir, insan faktoru var, bəzən bu çətin olur və sair və ilaxır. Yəni insan tam olduğu halı ilə, tam bütün çətinliyi ilə və təsəvvür 24 saat və 7 gündən söhbət, yəni mütəmadiyyətdən söhbət gedir. Müşahidə halı odur. Yəni sən artıq o içəridən haqq-ül yaqin səviyyəsi ilə bu hallar gedib gəlirlər. Bunlar böyle 100%'lik dəfə mən onu əldə elədim və daima qalıram deyil. Niyə? Çünki qəlbin mahiyyəti çevrilmə mahiyyəti. Ona görədir. Yəni burada daima dəyişilmə gedir. Amma o dəyişilmənin getməsi də zaten canlılıq əlamətidir. Çox təbii bir şey. Ki bu da o deməkdir ki, sən mütəmadi onu təzələməlisən ki, burada da təskiyə anlayışı gəldi çıxdı. Özü-özündən gəldi çıxdı. Təskiyə də təmizlənmə demək. Yəni psixogigiyena dediyimiz şeydir təskiyə. Yəni özü-özünü təmizləmədir. Necə ki biz çox üzr istəyirəm, yəni ən birinci ağlımıza nə gəlir? Bədənin bağırsaqların təmizlənməsi. Yəni bu olmasa insan zəhərlənər və ölər. Bundan hamı razıdır, düzdür. Bəs niyə görəsən biz mənəvi olan şey haqqında eyni şeyi düşünmürük? Axı o da eyni şeydir. Yəni, insan 2 gün kimlənsə söhbət eləməyəndə burası belə başlayır şey olmur. Yəni, yığılıb qalıb, məsələ bir keçimdə qalıb. Yəni, çox sadəyi, adi bildiyin səhər durdum, oradan belə getdim, söhbətini belə eləməyə ehtiyac duyur. Görün biz o duyğuların yaratdığı o burdenlə, o yüklə
nə qədər əziyyət çəkib. Yəni o təzkiyənin əhəmiyyəti bu. Və zikr haqqında və rabitə dediyimiz o bağı saxlamaqdır. Yəni kommunikasiyanı, söhbəti davam elətdirmək. Zikr anlayışı ümumiyyətlə mənim üçün çox maraqlıdır. Çünki bu dini praktikaların verdiyi psixoloji effektlər mövzusuna aiddir. Zikr necə işləyir? İnsana necə təsir edir? Bu çox maraqlı sualdır. Burada impressiv nitq dediyimiz şey var. Yəni daxili nitq, insanın daxili nitqi. Siz yəqin ki bilirsiniz psixologiya təhsili alanlar ki, biz oturub sakit düşünəndə də əslində nitq aparatımız işləyir. Və biz düşündüyümüz şeylərə aid artikulyasiya gedir orada. Yəni biz əslində daxili nitqimiz aktivdir. Və burada baş verən proses bizim düşünmə prosesimiz. Avtomatik olaraq kognitiv nəzəriyyənin sübut elədiyi hansı qanundur? Yəni düşüncə varsa özü ilə birlikdə hal da gətirəcək. Və halını dəyişəcək, halına təsir eləyəcək. Demək ki, avtomatik olaraq mən nə zikr edirəmsə, mən nəyi təkrar edirəmsə avtomatik, ona aid olan mənalarla hallanıram. Və Allahın isimləri, zikirlər dediyimiz ifadələrin hər birində hansı mahiyyət var? O ölümsüzlüyə, o sonsuzluğa, buradakı şərtlərdən asılı olmayan mütləqliklərə, insanı bütün o əziyyətinin altında qalıb əzilmək hissindən azadlaşdıran məzmunlar var orada. Allahın isimləridir. İnsanın əslində bir çox şeyləri idarə eləməməyi ilə bağlıdır. Yəni kontrolu rahatlıqla buraxa bilməyə imkan verən, təsir dairəsinə aid olmayan şeylərlə bağlı məsuliyyət götürməsinə azad eləyən, yəni bizim klassik psixologiyadan bildiyimiz insanın psixi vəziyyətinə pis təsir edən şeylər nələrdir? Özünə aid olmayan məsələlərlə məşğul olmaq, ehtiyacına xidmət eləməyən davranışlarla məşğul olmaq, balansı pozmaq və s. Ya bütün o zikir səni o halından bu hala gətirir. Səni öz sağlam, funksionallaşa biləcəyin, böyüyə biləcəyin, yetişə biləcəyin hala gətirir və orada saxlayır. Zikrin də işləmə mexanizmini mən bu şəkildə başa düşürəm. Yəni, mənim demək istədiklərim bu qədərdir, amma ola bilər ki, nəyərsə də deməyi unutmuşam. Bəlkə biraz auditoriya ilə söhbət eləsək, unutduğum şeylər varsa xatırlayaram. Bir dənə burada nəfsin mərtəbələrində indi gözümə sataşdı. Nəfs-i raziyyə mərtəbəsi, razı olmaq mərtəbəsi. İstəyirsiniz bununla bağlı deyim və yekunlaşdırım. Baxın, mən bayaq dedim ki, nəfsin mərtəbələri ilə bağlı daha uzun olan versiyalar var. Oradakı mülhimə mərhələsinə nəfs-i mütmainnə gəlir, insan huzura erdi, yəni mütmain oldu, yəni tətmin oldu, belə deyim. Burada artıq öz ehtiyacını, öz həzzini, gözləntini təxirə salamağa bacarırsan. Artıq sənin müdafiə mexanizmlərin inkişaf elədi. Sən doğru ilə, reallıqla kontakt qura bilirsən. Var olan şeyə görə şükür edə bilirsən, sevinə bilirsən və avtomatik olaraq bir təvəkkül və ibadət prosesinə qoşula bilirsən. Yəni zamanın içində, indinin içində qala bilirsən. Ondan sonraki mərhələ artıq bunu mütəmadi eləyə gəlirsən nəfs-i raziyyə dediyimiz razı olmaq. Yəni razı olmaq nədir? Baxın, indi hər yerdə danışırlar gratitude haqqında, şükranlıq dəftərləri tuturlar, yazırlar və s. Bu praktikaların hamısının mahiyyətində nə var? Yəni sən pozitiv psixologiya, səndə var olan imkanların, artılar nədirsə, onlara diqqətini yönləndirirsən və onların sənə verə biləcəyi müsbət hissləri yaşamağa kömək eləyir. Orada qalırsan, sevinirsən, biokimyəvi balansın bərpa olur və s. Bütün bu şeylər məhz razılıq hissidir. Amma İslam həm də bizə nə deyir? Deyir ki, sən həm də təfəkkür eləmiş olursan, sən də dərk eləmiş olursan ki, bunlar ümumiyyətlə mənə hardan gəlir? Mənim burada rolum nədir? Düzdür, mən razıyam ki, bu iman məsələsidir. Biz heç kimə iman zorla verə bilmərik və yaxud vermək kimi bir məqsədimiz, arzumuz ola bilər də. Yəni, belə bir xüsusi bir bundan ötürü demirəm yəni.
demək istədiyim odur ki, yəni bu belə işləyir. Və insan fərqinə varanda ki, mən yox idim, sonra oldum, indi də yaşayıram. Yəni bu şeylər axı mən eləməmişəm bu. Və avtomatik o təfəkkürün verdiyi razılıqla anın içində 2 dənə dəftər yazanda bu gün falan şey oldu, şükür edirəm, anı yaxşı. O- Çox böyük fərq var da. Yəni sən bir təfəkkür prosesində, bir insight-la yaşadığın təcrübəni uzun illər istifadə edə bilərsən. Amma bir dəftəri tutub o dəftər qutarandan sonra ola bilər ki, o effekt özü ilə də qutarsın. Ona görə də təfəkkürü də çoxaltmaq lazım. Yəni böyük suallar ətrafında düşünməkdə fayda var. Necə oldu ki, misal üçün, necə oldu ki, mən indi bu razılıq hissini yaşadım, amma keçən dəfə yaşaya bilməmişdim. Nəyi kömək elədi mənə? Yəni bu hissi tamamilə yaşamağım mənim əlimdədir. Yəni istəyəndə oturub istədiyim hissi yaşaya bilmirəm. Demək ki, mənim əlimdə deyil də. Bəs nə edə bilərəm ki, bu yaxşı hal, bu razılıq halı, bu müsbətə baxa bilən tərəf. Çünki bizim insanımızda məmnuniyyətsizlik çox böyükdür. Çox rast gəlir. Yəni insanlar mütəmadiyyən hər şeydən narazıdır. Narazılıq da daha çox fokusla bağlıdır. Mən demirəm ya narazı olmasınlar. Mən elə bir söz demirəm. İnsan hər bir hiss dəyərlidir. Hər bir hiss heç bir hissi bastırmaq tərəfdarı deyiləm. Ancaq onu üzərinə düşünmək tərəfdarı. Yəni təxmini bunları demək istəyirəm. Mən biraz çox danışdım. Yenə chatda bəzi şeylər yığılıb, bunları da oxuyaq. Məryəm xanım yazıb. Əgər hər şey Allahın əlindədirsə ki, bundan əminlikdə, bəs insanlar niyə psixoloqa ehtiyac duyur? Və çox qəşəng sualdır. Bizim psixoloq olaraq funksiyamız nədən ibarət? Çünki insanlar çox zaman belə deyir, mənə Allahdan başqa heç kəs kömək edə bilməz. Psixoloq nə edəcək ki mənə? Çox gözəl sual. Məryəm, çox sağ olun ki, bu sualı verdiniz. İzah edirsən ki, psixoloq fərqindəlik yaradır, sən də aydınlanırsan. Ancaq əgər bu aydınlama Allah da insana verə bilərsə, baxın, Məryəm bu sualı çox yerində verdi. Məncə bu suala cavab vermək lazımdır və bununla bağlı danışmaq lazım. Baxın, çox vaxtı bu şəkildə düşünən insanlar İslamı dərindən praktika edən, inanan, həqiqətən Allahla bağlı olan və çox güclü belə səmimi bir imanla yaşayan insanlarda mən çox rast gəlmişəm bu sözə. Hansı ki, bir tək onlarda olmur, amma yəni demək istəyirəm ki, bu qədər neqativ bir fikir deyil. Bu daha çox biliksizliklə bağlıdır və yaxud təcrübəsizliklə bağlıdır. Baxın, insanın bu dünya üzərində bir-birinə ehtiyacı var. Biz bütün dünya həyatımızı bir-birimizlə dəngəliyirik. Alış-verişlə dəngəliyirik. Yəni birində olacaq ki, müəllim tələbəyə öyrədir, tələbə gedir başqa yerdə işləyir, nəsə edir. Yəni biz bütün ictimai həyatımızı bir-birimizə xidmət eləmək üzərində qurmuşuq. Və psixoloji yardım da o xidmətlərdən sadəcə biridir. Baxın, təsavvuf məktəbindən biz misallar gətiririk. Bütün o alimlər hamısı təsavvuf məktəbindən. Və təsavvufun mahiyyətində insanın insana kömək eləməyi var. Psixologiya olmadığı dövrlərdə də və yaxud elm-i nəfsin praktikalarında da bu var. Yəni burada İslam buna zidd deyil ki, və yaxud da insanın bir insana göstərə biləcəyi bir yol varsa və ya ona kömək edə biləcəyi, mənəvi cəhətdən ona yoldaşlıq edə biləcəyi ki, psixoterapiya mahiyyət etibarilə əslində kömək eləmək və ya məsləhət verməkdən daha çox fasilitatorluqdur. İnsanın hər hansı bir halından başqa bir hala keçid eləməsi üçün ona yoldaşlıq eləyə bilməsidir. Çünki bir insanın bir haldan digər hala keçə bilməsi üçün şahidə ehtiyacı var, yoldaşa ehtiyacı var və qayda, yəni guidance, yəni yol göstəriciliyə, bir ağıl öyrədən kimi yol göstəricilikdən söhbət gedir. Mənim tutaq ki, gözüm yaxşı görmür və mənim gözüm yaxşı görən bir adamla birlikdə getməyə ehtiyac. Çünki o halın yaratdığı bir məhdudiyyət var. Hal hansı haldısa ondan asılı olaraq dəyişir. Bəzən psixiatr lazım olur, həkim lazım olur, bəzən dərman lazım olur.
Və bütün bunlar var. Və bütün bunlar necə ki müəllim var, həkim var, mühəndis var, başqa ixtisaslar var. Bu da onunki kimi. Və elm nəfs nəfs elmi də insanın insana kömək eləməsi haqqındadır. Orada heç bir yerdə elə bir fikir yoxdur ki, insan özü tək başına bunu eləməlidir və ya heç kim kömək eləyə bilməz. Yox. O ki qaldı o ideyanı açmağa ki, Allah verirsə insan. O zaman sual belə çıxır ki, Allah verirsə bizə, onda insan nə üçündür? Onda dünya nə üçündür? Onda niyə yaşayırıq? Əslində bura qədər apara bilərik biz bu sual. Çünki yaşayırıq. Çünki bu ömür bizə verilib və biz bunu yaşamalıyıq. Yəni yaşamalıyıq dediyim, yəni yaşayırıq. Hər birimiz də əslində yaşamaq istəyirik. İnstinktiv olaraq bu proqram bizdə var. Təbii ki, bəzən psixoloji halımız dəyişə bilir, bəzən istəməyə bilirik və s. Bu barədə də ayrı bir mövzu qılıb danışmaq olar. Amma ümumiyyətlə bioloji olaraq insanın yaşamaq dürtüsü var. Düzdürmü? Yəni bütün mənbə, qaynaq Allahdır. Enerjinin mənbəyi odur, biliyin mənbəyi odur, qüdrətin mənbəyi odur. Hər şeyin bazası oradadır. Amma o bazadan bizə verilir və biz ömrümüzü yaşayırıq. Beləcə də biz bir-birimizə kömək edirik, nəsə öyrədirik və s. Aynura Aşurova. Salam hocam, biraz gec gəldim. Bilmirəm, bəlkə də danışmısınız. Mənə şükr haqqında çox maraqlıdır. Şükrün mental duruma təsirindən bəhs etsin. Əslində Aynur xanım, mən elə bu yaxınlarda danışdım onu, bilmirəm. Hələ də eşitməmsinizsə təkrar eləmək olar. İradə xanım, qəlbi idrak, dərk anlayışları ilə eyniləşdirsək, Badrinin təfəkkür anlayışının baş verdiyi yer kimi dayandıra bilərik. Demək, yəqinin, elmül eyni haqqül yəqinin növlərini də təfəkkürün qatları kimi. Bəli, təbii ki. Və təfəkkür ayrıca bir praktika növüdür. Yəni burada Allahın ayətlərini müşahidə edib onun üzərinə düşünmək kimi bir Quranda verilən bir əmrdir bu. Və ayətlər deyəndə də həm Quranın öz ayətlərindən söhbət edir, həm də dünya üzərində yaradılmış şeylər. İnsan da bir ayətdir, təbiət də bir ayətdir, düşüncənin özü də mən düşünürəm ki, yəni insanın özünün öz düşüncəsi üzərində düşünməsi də, mindful dediyimiz o praktikalar da əslində bir təfəkkür prosesidir. Yoxsa öz şəfqətə uyğun gələn bir şey var burada, bu hissləri insanlığın ortaq cəhəti. Əlbəttə ki, var. Elm-i nəfsin mahiyyətində nə var? Yəni nəfs, qəlb, ruh və ağıl bütün insanlarda var və bu hamı da eyni cür işləyir. Burada artıq insanın biri o birindən üstün deyil. Sadəcə o hallardan hallara, qatlardan qatlara keçə bilər və bu imkan var. Əslində bu özü də onu göstərir ki, bütün insanlığın ortaq cəhətidir. Çünki insan bir mərhələyə gedib çatıb, sonra birdən-birə tamamilə reqres yaşaya bilər. Və bu hər bir insan bunu yaşaya bilər. Dolayısıyla bu ümumi insanlığın ortaq cəhətləridir. Qəlbə aid ərəblərin məşhur deyilişi var. Ərəbcəsini oxuyamırıq, Süleyman müəllim, siz oxuyun. Niyə qəlbi qəlb adlandırılır? Çünki o çox çevrələndir. Bir yandan bəli, qəlbin elə əsas xüsusiyyəti elə. Məncə bunu deməyim yaxşı oldu, yadımdan çıxmamalı. Başqa nəsə Sevinç xanım, siz çox maraqla qulaq asırdınız. Mən sizin mimikalarınıza baxa-baxa danışmışam. Buna görə sizə ayrıca təşəkkür edirəm. Nəsə demək istəyirsə buyurun. Mən sizin ümumiyyətlə auditoriyanın təəssüratları və suallara o qədər iddialı deyiləm, amma suallar da vermək yaxşı olar. Bəs travmalar tamamilə edirəm. Məryəm, mən təşəkkür edirəm. Buyurun. Siz qeyd elədiniz ki, Sevinç xanımın mimikalarına baxa-baxa danışdınız. Mən də öz adımdan deyərəm ki, eyni təəssüratla mən də sizi izlədim, dinlədim. Sadəcə təəssüf ki, ekrana aça bilmirəm. Yəni mən də belə çox xoş, bir çox şeyi belə təkrar oldum, bir çox şeyi öyrəndim və yeni insan tapmış kimi gözüm işıldadı ki, nə işıqlı qadındır bunu mən niyə tanımamışam. Çox xoş oldu. Təşəkkür edirəm. Qəlbinizə, dilinizə sağlıq. Allah sayınızı artırsın. Təşəkkür edirəm. Çox sağ olun Şahinə xanım, təşəkkür edirəm. Burada chatda yazılanları oxuyum mu Sevinç? Bəs travmalar tamamilə silinmirsə, o zaman bununla yaşamağı öyrənmək bizi nə qədər sağlam? Travmalar tamamilə silinmirsə kimi bir fikri mən səsləndirməmişəm. Kim səsləndirib? Formalaşdırmış olacaq. Şuurlu seçimləri hər nə qədər etsək də,
belə şuursuz tərəflərimiz daima bizim yönümüzü dəyişdirməyə hazır vəziyyətdədir. Şuuraltının tamamilə funksiyasını dayandırması mümkündür. Məryəm, deməli sualın çox qat-qatdır və travmalar haqqındadır. Bəlkə biz gələcəkdə bir dənə mövzu qoya bilərik. Ramazan ərzində çatarıq mı, sonra mı eləyərik? İstəsəz məhz psixoterapiya haqqında mövzu qoyarıq. Çünki bu verdiyin sual biraz mürəkkəbdir, amma onun nəfsin mərtəbələrinə aid olan hissəsini çıxartdım içindən. Şuuraltının tamamilə funksiyasını dayandırması mümkündürmü? Birinci oradan başlayayım. Yəni mən bugünkü mövzumuzun qaynaqlarına əsasən cavab verəcəm ki, şuuraltı dediyin şey yəqin ki, bu terminologiyada nəfsdir, nəfs əmmarədir, dərk eləmədiyimiz dürtülərimizdir. Yox, təbii ki, yox. İnsan bioloji bir canlı, yəni heyvan tərəfi var da insan. Yəni insanın heyvani bir tərəfi var və ruhani bir tərəfi var. Yəni bu iki tərəfi də onun təbiətinə aid və o iki tərəf arasında balansı bərqərar eləyərək yaşamalıdır. Yəni o balansı bərqərar eləmək də təxmini olaraq psixi sağlamlıqdır. Yəni bu mümkün deyil əlbəttə. Daima bizim yönümüzü dəyişdirməyə hazır. Bəli. Musa, günahdır deyilən hərəkətlər günahkarlıq hiss etmək. Musa, bu da çox gözəl sualdır. Mən İslam psixologiyasında bəzi hissləri haqqında ayrı-ayrı bizim seminarlarımız olsun istəyirəm. Bunu hər yerdə deyirəm. Və günah kompleksi dediyimiz halda mənə gəlir ki, məhz dini bir mövzu başlığında mütləq danışılmalıdır. Çünki bəzən bu səhv başa düşülür. Ayıblamaq və günahlandırmaq şəklində başa düşülür. Məncə bunu da Sevinç necə düşünürsün? Məncə bunu da ayrıca bir mövzu kimi qoymaq lazımdır. Aha, mən inşallah bu qeyd olunan şeyləri yazıram, qeyd edirəm, yəni mövzuları hər biri ilə əlaqəli çalışacaq ki, əlavə Nəsə webinar. edeyim. Məncə Hı. amma indi bu gün üçün də bir cavab verək də. Günahdır deyilən hərəkətlər günahkarlıq hiss etmək. Hiss et deməkdir. Yox, demək deyil. Baxın, Musa, elmin nəfsə əsaslanıram indi hal-hazırda. Şəxsən terapevt kimi şəxsən olan fikrimə ələ getmirəm, amma sizinlə çox da fərqlənməyəcək, amma deyərəm onu da yaxşı. Baxın, mən necə başa düşürəm? Günah da digər hisslər kimi, emosiyalar kimi, yəni təkcə mən başa düşürəm, yox da emosiya psixologiyasında bu belədir zaten. O da bir emosiyadır və lazımdır. Hər bir emosiyanın özünə görə bir funksiyası var. Amma günahkarlıq hiss et kimi bir yanaşma, o günahlandırmadır. Burada bir əslində bu emosiyanın zorakılığı. Və insanın özü-özlüyündə yaşadığı günah, peşmanlıq, utanc, xəcalət duyğuları, halları bizim bastırmalı olduğumuz mütləq o кейsi, o hadisəni mütləqdir ki, bir şey kimi başa düşməyimiz ki, kimsə gəldi onu yəqin günahlandırdı, kimsə elədi bunu. Yox, insan öz dəyərlər sistemindən doğan bir hal yaşayır. Bu şəxsiyyət daxili konfliktdən yaranır. Və şəxsiyyət daxili konflikt özü də sübut eləyir ki, insan demək ki, orada özünə görə, öz dəyərlərinə, heç kimin başqasının yox. Məhz özünün dəyər hesab elədiyi bir şeylə konfliktli bir başqa bir tərəfi var. Burada bu problem yaradır onun üçün. Bu çox fenomenaldır. Hər dəfəsində başqa bir məzmunu ola bilər. Bu ki qaldı günahkarlıq kompleksi dediyim hala. Bu məhz mütəmadiyyən özünü kimisə günahlandırdığına dair, yəni o da introyektdir də, yəni içini içsəlləşdirdiyimiz bir obrazdır ki, kimsə yəqin məni dindarlığın belə bir halı ola bilər, razıyam. Amma bunu danışmaq, ayrıca danışmaq lazım. Yaxşı, çünki çox geniş bir mövzudur. Amma təbii haldırmı? Nəfsin özünə, təbiətinə, doğasına aiddirmi? Yox, çox güman ki, travmatikdir. Kimsə onu zədələyib, yəni onun sağlam o ləvvamə prosesinin sağlam baş verə bilməsindən bağlı bir zədələnmə baş verib orada. İnsan özünü duran yerdə günahlandırır və yaxud da duran yerdə olmasa da çox əzazıl bir formada eləyir. Peşmanlıq əzazıl olmaq zorunda deyil ki, qınamaq əzazıl olmaq, amma insanın özü bayaq lap əvvəldə dedim axı ləyaqət hissi dediyimiz şey.
Yəni balans nəfsinlə münasibətdə, nəfs tərbiyəsində, təzkiyəsində və sairəndə o izzət-i nəfsin toxunulmazlığını, o narsistik çəkirdək deyilən şeyi, toxunulmazlığını qorumaq uğrundadır bunlar hamısı zaten. Birisinin Allahın yaratdığı qəlbi dağıtmağa nə ixtiyarı var kimi bir yanaşmadır. Yəni insanın özünü də qoruması lazım. Yəni məsələn İslamın yanaşmasına görə necədir? İnsan hər şeyi özünü də Allah onu sevir deyə sevir. Yəni sevginin də mənbəyi. Yəni hər şeyin mənbəyi oradır dediyim məsələ. Yəni mən sevgini yaratmamışam. Mən istədiyim anda sevə bilmirəm. Mən tutaq gözümü sevmək istəyirəm. Amma mənə deyir ki, özünü sev. Eləyəmirəm onu. Niyə? Çünki mənbə sənin əlində deyil. Yəni burada mən artıq öz şəxsi inancımı ifadə eləmiş olmuşam kimi görsənir. Bu qərb psixologiyasında tənqidi bir mövzu ola bilər. Danışarıq bunlarda. Bunlar hamısı çox maraqlı mövzulardır. Mesela öz inancını ifadə eləmək psixoloqa icazəlidirmi mövzusu. Biz nə vaxt yaşayacağıq? İmkan verin yaşayaq. Təxmini nəsə belə bir şey. Başqa salam Sərxan, bəs inançsız burada kimsə təşəkkür edir. Çox təşəkkür edirəm Sərxan. Allah elinizi mübarək etsin. Çox təşəkkür edirəm Aytan xanım. Bəs inançsız birinə bütün bu deyilənlər necə çox gözəl sualdır Şəfəq xanım bu. Bir günə alınmayacaq. Mən çox istəyərdim travmalar haqqında mövzu olsun. Bir də məsələn şok anında unudulan hadisə bədəndə qalır. Çünki həmin hadisənin elementləri ilə rastlaşanda bədəndə qorxu bəli. Bəli, əlbəttə. Qabor matəni çağırmaq lazım. Sonradan qayıtmırsa bunu xatırlamaq üçün hansısa psixoloji ekol varmı? Hipnoz burada kömək edə bilir. Baxın, yəni psixologiya elminin baqajında olan praktikalar əgər insana zərər verən praktika deyilsə, yəni konseptual olaraq onun mənəviyyatına zərər vuracaq bir aparmayacaqsa yerə onu, bütün praktikalar istifadə oluna biləndir. Yəni ki, bu şərt daxilində. Eləcə də elə mən yeni aşkarladığım bir çox başqa praktikalar görürəm. Quranla ayrıca terapiya növləri var, ayələrlə var, zikrin özü, bayaq bugün qeyd etdiyim bir çox metodlar var. Amma Şəfəq xanımın verdiyi sualda olduğu kimi də insan gərək özü inanclı insan olsun ki, sən ona bu praktikanı tətbiq edəsən. İnanmayan adama bu praktikanı tətbiq etmək doğru da olmaz. Birincisi onun yükü zorakılıq olar, konseptual olaraq o adama zorakılıq törətmiş olarıq. Daha çox ekzistensial qatla işləmək məncə daha yaxşıdır. Yəni fəlsəfi bir yanaşma ilə, suallar verərək, söhbət eləyərək. Baxır problem nədir? Əgər adamın çox ağır problemi var və sən onunla ekzistensial söhbət eləməyəcəksən, sən ona kömək eləməlisən. Bu terapiyanın məqsədindən asılı olaraq dəyişir. Yəni belə görsənir ki, psixoterapiyaya aid ayrıca mövzu qoymaq lazım. Gülara xanım da bayaqdan əlini qaldırıb nəsə demək istəyir. Buyurun Gülara xanım, sizdən. Əlbəttə. Hə, ilk növbədə təşəkkür eləmək istəyirəm Səhərə xanım. Möhtəşəm bir sunum idi və həqiqətən də çox qəlbə toxunan, düşündürən sözlər idi. Orada sual verildi, psixoloqlara nə ehtiyac var deyə. Həqiqətən də belə ani olaraq belə insanı doğrudan da düşündürür bu və həmin anda Allahın ayəsi xatırladım. Nəhl surəsi, küçük olur, Arılar surəsi 43-cü ayə, oxumaq istəyərdim onu. Biz səndən əvvəl də özlərinə vəhy etdiyimiz məhz kişiləri elçi göndərmişdik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun. Biz onları aydın dəlillər və kitablarla göndərdik. Sənə də zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşər. Yəni, mən demirəm bu, tam da bu psixoloqlar dəlalət edir, təbii ki deyil. Hər bir sahədə öz
peşəkar və bilən insan var və biz onlara müraciət edirik. Və burada təbii ki, psixoloqun şəxsiyyətindən tutulmuş, onun daşıyacağı nədirsə, əslində məqsəd olaraq Allah nə deyir? Bəlkə onları yəni fikirləşdirər. Yəni o dediyimiz ulul əlbəb, keçən səfər də Süleyman müəllimlə danışdığımız zaman, yəni müraciət etdiyimiz nədir? Əql və qəlbə toxunası olan bir şeylərdir. Və əgər psixoloq bunlara, bu keyfiyyətlərə malikdirsə, öz şəxsiyyətindən irəli gələrək öncə. Mən bunu da öz təcrübəmdə də görmüşəm. Əgər psixoloqun şəxsiyyətində ziddiyyət varsa, yəni səmimilik və ixlas dediyimiz bir içində o problem varsa, o nəfs dərəcələrində nə qədər psixoloq başqalarına faydalı ola bilər? Burada o irtibatın olması çox önəmlidir və bizim nə qədər səmimi olmağımız. Çünki səmimilik elə bir nöqtədir ki, danışdığımız insanla həmən hiss olunur. Yəni bu bizim klientimiz olsun, dostumuz olsun, yoldaşımız olsun, övladımız olsun. Səmimilik elə bir nöqtədir ki, hiss olunur. Və əgər bizim özümüzün irtibatımızda, Rəbbimizlə olan irtibatımızda səmimilik yoxsa, nə qədər biz faydalı ola bilərik? Bu artıq bizə yönələn bir məsələdir. Buna görə Allah da deyir ki, insan öncə özünü dəyişdirməlidir, sonra toplum. Yəni insan özünü dəyişdirmədikcə biz ətrafımızda olan heç bir kəsə fayda verə bilmərik. Və burada tam da bax bu məqamda, yəni bilmədiyiniz halda bunu bilən insanlara müraciət edin. Və əgər mən öz nəfsimlə, qəlbimlə və s. və mənim problemlərim varsa, təbii ki, mən bu sahədə peşəkar olan insana müraciət edəcəm. Necə ki, biz eləyirik. Yəni burada psixoloq başqa bir həkimlə, diş həkimindən ya da başqa dərzidən fərqi yoxdur. Yəni kim olur olsun, nə problemdirsə ona görə də müraciət edəcək. Teşekkür edirəm. Allah razı olsun sizdən. Xüsusilə Ramazan ayı çox gözəl qatkısı oldu. Teşekkür ederim. Sağ olun Dilara xanım, çox dəyərli fikirlər söylədiniz və o Quran ayəsini də oxumağınız çox yerinə düşdü. Psixoloji yardımında digər bütün şeylərdən fərqli olaraq insanın çəkinməyinin ən əsas səbəbi bayaq mən dua ilə bağlı danışdığım hissə ilə bağlıdır əslində. Heç bir insan bütünlüyü ilə, bütün əziyyəti ilə digər insana getmək şeyini, bax, xristianlığın tarixində bu olub da, hətta bir çox belə bir iddialar var ki, qərb psixologiyası xristianlığın iflasından, kilsənin də belə deyək, iflasından sonra o boşluğu doldurmaq üçün yaradılmış bir ekoldür. Niyə? Çünki orada bir etiraf prosesi gedir. Hansı ki, indi psixoterapiya artıq elə deyil, amma psixoterapiyanın tarixində olub belə bir mərhələ ki, terapiyanın konsepsiyaları olmayıb çox da, insanın elmin nəfsdən fərqli olaraq onlar insanı tanıya bilmirdilər. Çünki niyə? İnduktiv metoddur da, hələ ki fakt yığırdılar. Hələ ki yığırdılar nəyisə bir şey. Onu yığıb, yapışdırıb nə də düzəldiblər. Və belə bir şey. Yəni, onun üçün vaxt gedir axı. Bir dənə longitudinal tədqiqat 20 il aparır. O 20 ili bir nəsil artıq ömrünü yaşadı, qurtardı. Və o mərhələdə etiraf üzərinə qurulmuşdu psixoterapiya. İnsan gəlir və gözlənilirdi ki, o nəyisə danışandan sonra boş olacaq. Və heç bir insan digər insana gərək orada necə bir bağ olsun ki, sən bütün halından orada ola biləsən. Bu ani olaraq olur. Terapiyalarımızda bunlar olur. Amma bütünlüyünlə daima o da sənki kimi insandır da. Təsəvvüfdəki baş verən proses, mürid, mürşid dediyimiz şey, bu da çox geniş bir mövzudur. Mən özüm spesialən ona toxunmadım ki, dəymədim ki, o çox həm mübahisəlidir, həm maraqlıdır, həm əslində çox mahiyyətlidir. Bəlkə də bu mövzunun da ardı olmalıdır, bilmirəm. Amma o mürid, mürşid arasında baş verən o bağ əslində psixanalizin dediyi şeydir. Heçlik mərtəbəsi deyilən şeydir. Psixanalizdə nə var? Sən bayaq dedim ki, biz heç bir şeyimizi ifadə eləməməliyik, inancımızı ifadə eləməməliyik, özümüzə aid heç bir informasiya verməməliyik. Psixoterapiyada bir qanun var. Niyə? Sual verilir. Niyə? Çünki sən o boşluğu yaratmalısan ki, insan o boşluğa gətirib hər şeyini töksün. Bu boşluq dediyimiz şey əslində heçlik mərtəbəsidir. Və onlar da başa düşürlər ki,
ortalama hər bir psixoterapevt heç ilk mərtəbəsinə qalxa bilməyəcək və niyə də qalxsın ümumiyyətlə, belə bir məqsəd yoxdursa, duran yerdə bir insan bunu eləmir axı. Bunun özünə görə bir şəxsi mənası olmalıdır bunun üçün. Və avtomatik olaraq bu iş öldü. Demək ki, alınmayacaq. O zaman sən olmalısan psixoanalitik, olmalısan neytral, heç bir şeyi ifadə eləməməlisən, göstərməməlisən, sır küpü olmalısan, heç nəyə reaksiya verməməlisən ki, maksimum neytralitə nöqtəsini yarada biləsən pasiyentin transferlərinin baş verə bilməsi üçün. Yəni faktiki bu əslində heçlik mərtəbəsidir. İnsanın ehtiyacı olan o bütünlüyü ilə, bütün acziyyətini ortaya qoya bilməsi üçün qarşıdakından ehtiyacı olan şey odur. Və o da insan və insan arasında daha çox istisnadır, nəinki qaydadır. Biz sadəcə eləməyə çalışırıq. Amma eləyə bilirikmi? Nə qədər eləyə bilirik? Bu ona görə də biz hər seansın axırında feedback alırıq, soruşuruq necə keçdi. Ona görə bu evidence-based terapiyalar var. Ona görə mütəmadi tədqiqat aparırlar. Hamı bir-birindən superviziya alır. Çünki biz bilirik ki, bunu insanın təbiəti etibarilə bunu eləmək çox çətindir. Amma biz buna çalışırıq, çünki mümkündür. İnsan insana kömək edə bilər və eləməlidir. Eləməlidir ki, insana insan kömək eləməlidir. Başqa kim kömək edəcək? Bizim vəzifəmizdir də ki, bir-birimizə kömək edək. Belə bir vəzifəmiz var. Və mənəvi olaraq belə bir vəzifəmiz var. Amma bunu icra eləmək çox çətindir. Çünki insan təbiətində əslində o qədər da uyğun deyil. Yəni o nəfs əmmarə səviyyəsindəki nəfsinə uyğun deyil, düzəldirəm. Təbiətinə uyğun. Sadəcə nəfsinə uyğun deyil. Ruhu və ağlı qatlarına uyğundur. Amma nəfs heç də o barədə düşünmür. Yəni. Nəfsin düşündüyü nədir? Mən. Yəni biraz çox dərindən cavab verdim, amma yəni mən deyirəm ki, bunları da danışmaq lazım. Düzdür. Çox təşəkkürlər. Burada fikirlərini bəyan etmək istəyən və ya sual soruşmaq istəyən bəzi digər insanlar var. Məsələn, Nübar xanım, Məryəm xanım və Süleyman bəy. Bir-biri onlara da icazə verək ki, fikirlərini desinlər. Birinci Nübar xanımla başlayaq. O daha əvvəldən qaldırmışdı əlini. Teşekkürler terimler için ilk önce. Sualım bir noktada olacaktı ki orada narsistik özelliğin incinmesine toxundu Səyyarə xanım. Mənə maraqlıdır. Hal-hazırda insanlarda bu daha çok baş verir ki narsizm məşhur bir mövzudur. Birçok insanlar narsist olaraktan bağlanır. Buna terapiyalar aparılır bu insanlara. Ama Peygamberimiz sallallahu aleyhi ve sellem'in dövründə belə deyim, daha çok onların bizim hal-hazırda travma diyebileceğimiz şeyler yaşadılar. Sahabeler, Peygamberimiz sallallahu aleyhi ve sellem evlatlarını itirme, ondan sonra öz qohumları, yaxınları tərəfindən tamamilə belə deyim, çok xaric olunma, sürgün olunmalar vesaire birçok şeyler yaşadılar ve buna rağmen daha en sağlam toplum diyebileceğimiz nəsil, yəni sahabə nəsli olaraq gördük. Mənim maraqlıdır ki, niyə eyni şeyi yaşayan iki insan, daha doğrusu bizdən də daha ağır şeyler yaşayan o insanlar böyle bir şeyler, narsistik vesaire yaşamıyorlar. Hatta onlara kazancı olarak bu kaydı. Ancak bizde ise daha bir kırılganlık var. Yani biz öz yaşadıklarımızın altından derin bir çöküşte oluruz ve çıkabilmeliyiz. Zararla çıkırız hadiselerden. Teşekkürler. Önce Biz təşəkkür edirik Nübar xanım, çox sağ olun iştirak etdiyiniz üçün və sual verdiyiniz üçün. Yəqin ki, bu sualla bağlı buradakı yoldaşlarım Gülarə xanımın, Süleyman müəllimin və digər psixoloqların da, çünki qrupda çoxlu psixoloqlarımız var hal-hazırda, fikirləri var və mən çox istəyərdim sırf bu sual üzərində ayrı bir konferans təşkil eləmək. Çox qısaca bəndə yaranan beynimdə indi yaranan cavabı deyə bilərəm ki, hər şeydən öncə nəzərə almaq lazımdır ki, səhabələr də insan idilər, hamımız insanıq. Tarixi faktoru nəzərə almaq lazımdır, dövr üzrə nəzərə almaq lazımdır. Narsizmin bu qədər geniş yayılmasına səbəb olan bir çox
sosio-demoqrafik və sosio-iqtisadi hadisələr var dünyada. Onları da təhlil etməyi təklif edirəm. Bir tək insanın uşaqlıqda yaşadığı travma məsələsi deyil bu. Bu çox önəmli bir şeydir. Bunu mütləq nəzərə alın. Dünya o dünya deyil. Başqa sözlə. Digər məsələ, niyənin cavabı birincisi ümumiyyətlə düz bir məntiqlə niyənin cavabı odur ki, bir insanda şəxsiyyət pozuntusu və xüsusən də narsistik şəxsiyyət pozuntusu ancaq uşaqlıq travmasından yaranmır. Genetik meyillilik məsələsi var, uşağın özünün xasiyyəti məsələsi var, sinir sisteminin quruluşu, xarakterinin əvvəldən olan o xarakter treytləri dediyimiz naxışları və ona göstərilən rəftar məsələsi var və tərbiyə və sosioloji şərait məsələsi var. Yəni onun getdiyi məktəb, yəni insanın həyatı yalnız ailədən ibarət deyil axı. Düzdür, ailə çox önəmli bir faktordur. Hər şeyin başlanğıcıdır. Amma böyümə prosesində bir çox başqa əhəmiyyətli sosial əhəmiyyətli insanlar olublar, müəllimlər olublar, mühitlər olub, insanın yetişməsində bir çox başqa faktorlardır. Və dəyərlər sisteminin formalaşması məsələsi var burada. Ən önəmli məsələ budur. Sahabələrə aid olan sizin verdiyiniz sualın canı mənə görə daha çox buradan izah olunur bilər ki, sahabələrin çoxsunda gestalt terapiyada belə bir anlayış var. Təəssüf ki, termini unutmuşam. Amma yanlış demək ehtimalım olsa da risk eləyəcəm. Deyəsən, eksplaziya adlanırdı o. Orada iddia olunur ki, insan həyatında özünü yenidən dünyaya gətirə bilər. Jungda da buna bənzər bir fikir var. Əslində biz iman yeni bir din qəbul edərkən insanın, xüsusən də İslam kimi fundamental olaraq çox fərqli olan bir ideologiyanın içinə addım atmağı insanın özünü yenidən doğması kimi başa düşməliyik psixoloji mənada. Və orada sıfırlanma gedir. Yəni o sıfırlanma keçmişdə olan şeyi mental olaraq keçmişdə qoymaq deməkdir. Yəni bu çox önəmli bir məsələdir. Bu fenomenal bir məsələdir. Bunu nəzərə almalıyıq. Biz eləmirik axı şeyi. Bəlkə də biz də hər dəfə yenidən iman eləsək, çox ciddi bir məsələ. Biz çoxumuz ailəmizdən nə isə öyrənmişik, kültürdən eləmişik. İslamın özündə də var da bu məsələ ki, özümə qalsaydı görəsən mən deyərdim. Axı o sahabələr o formada müsəlman olmayıblar. Nə demək istədiyimi ifadə edə bilirəm. Yəni o çox önəmli bir addımdır və insanın öz həyat hekayəsinə baxışını tamamilə dəyişir. Hər şeyi yenidən mənalandırırsan. Yaxşı bir psixoterapiyanın effekti kimi bir şeydir. Yaxşı psixoterapiyadan keçmiş insan və ya hər hansısa yaxşı bir yolculuqdan, bir individuasiya prosesindən keçmə, nə bilim, hər hansısa bir həyatda baş verən bir mərhələ hansı ki məni dəyişdirdi dediyimiz şeylərə bənzəyir və onlardan da qat-qat daha güclüdür effekt olaraq. Əlbəttə ki, biz onunki kimi olmayacağıq. Amma ola bilərikmi? Məncə bilərik. Məncə bilərik. Çünki insanın özünü yenidən dünyaya gətirmə və yenidən inşa etmə kimi bir imkanı var. Psixoloji olaraq zaten biz bu sağlam mən anlayışı dediyimiz mənin kibir deyil də sağlam mən, insanın öz həyatını qurma funksiyasını yerinə yetirən, o ağıl dediyimiz o mövqe dediyimiz yerdən bunu eləmə imkanı var. Və nəinki imkanı var? Əslində insan ömrü boyu buna can atır. Özümüz özümüzə ləqəblər qoyuruq, hər profil açanda təzə bir dənə ad fikirləşirik. Biz mütəmadiyyən özümüzə ad qoyuruq zaten. Sevinç xanım, siz bunu niyə oraya yazdınız ki? Şifahi deyin də. Digər danışmaq istəyən insanlar var, onları, yəni istəyirəm ki, onlar əvvəlcə danışsın. Belə buradan da oxumaq olar, yəni. Oxuyun da o zaman. Hə. Yəni ümumiyyətlə, tamam, onu deyim ki, bu narsisizmin
çoxalmasının digər səbəblərindən biri də odur ki, həm yaşadığımız dövr, yəni bayaq sosioloji faktorları izah elədiniz. Yəni yaşadığımız dövrün dayatması, aparılan propaganda, media vasitəsilə, sosial şəbəkələr vasitəsilə bizə yeridilən fikirlər çox önəmlidir. Yəni ego dövründə yaşayırıq. Sən eləyə bilərsən, hər şey sənin əlindədir. Sən beləsən, sən eləsən, heç kimi sayma, hamıya sərhəd qoy. Yəni bu belə bir müddət sonra artıq insanın özünü ilahlaşdırmasına gətirib çıxarır. Yəni bununla bağlı qrupda da bir söhbətimiz olmuşdu. O la ilahe illallah məsələsi. O ilah bir çox hallarda insanın özü o qədər özünü ilahlaşdırır ki və sadəcə özünə tapmağa başlayır, özünə ibadət etməyə başlayır. Bu da yəni narsizmə gətirir, çıxarır. Bir də ki, mütəmadi olaraq bayaq Səyyarə xanım da vurğuladı. Yəni təzkiyə nədir? Davamlı olaraq təmizləmə prosesidir. Necə ki biz bir həftə evimizi təmizləməsək, hər tərəf tozlanır, əşyaların hamısı bir-birinə qarışır, belə ortada düzənsizlik olur və bu bizim fokuslanmağımıza, daha produktiv olmamıza falan da təsir eləyir. Ona görə qəlbimiz də davamlı kirlənir. Səid Nursinin bununla bağlı çox maraqlı bir fikri var ki, deyir insanın daxili xaricinə çevrilsə, nə qədər görərik ki, əslində əsl xəstə olan bizim qəlbimizdir. Qəlbimizdə nə qədər xəstəliklər var. Bunların ən başında elə bayaq Səyyarə xanımın da vurğuladığı kibr olsun, ucub olsun, həsəd olsun, qəzəb, şəhvət, yəni o duyğularını idarə edə bilməmək. Bunların hamısı və yaxud da ki, küfür, nifaq, insanlara qarşı hiss elədiyimiz o mənfi duyğular, yəni bunların hər biri qəlbimizdə xəstəliklərə səbəb olur. Hansı ki Peyğəmbərimiz də sallallahu əleyhi və səlləm deyir ki, insan bir günah işlədikdə qəlbində qara bir nöqtə əmələ gəlir. Yəni onun üçün davamlı tezliklə tövbə eləməliyik və onun ardınca yaxşı bir əməl eləməliyik. Bunu eləmədiyimiz təqdirdə o qara nöqtələrin sayı çoxalır və artıq qəlbimiz qaralmağa başlayır. Qara bir qəlbdə Allahın nurunu artıq əks elətdirə bilmir. Ona görə təzkiyə prosesi ilə davamlı məşğul olmalıyıq. Yəni o mənəvi müalicə etməliyik qəlbimizi və bununla bağlı təfəkkür etməliyik. Ətrafımızdakı insanlarla danışmalıyıq. Yəni buna vaxt ayırmalıyıq. Çünki çox önəmli bir mövzudur və bu dövrdə sağlam qalmağın başqa bir yolu demək olar ki, həqiqətən bununla bağlı çox çətindir. Yəni ona görə belə Ümumiyyətlə biraz bu bir kültürdür da. Bilirsiniz necədir? Bu bir əslində istənilən dövrlərdə fərqində olsa da, olmasa da müəyyən bir savad, müəyyən bir təhsil, müəyyən bir kültür səviyyəsində yaşayan insanlar az və çox formada bunu daima eləyiblər. Mən bunu niyə deyirəm? Çünki insanın o ağlın yolu bir söhbəti var. İstər-istəməz bu o qədər önəmli bir ehtiyacdır ki, İnsan istər-istəməz ona aid nə isə tapır, icad eləyir özü üçün, qurur. Birisi məktub yazıb, o birisi gündəliklər yazıb, o birisilər yığışıblar, nəsə söhbət eləyiblər. Yəni kültürdən asılı olaraq bu dəyişib, amma mahiyyəti və onu yaradan ehtiyac, onu oradan yetişdirən şey həmin o təmizlənmə ehtiyacıdır. Amma bunun ən ekoloji, ən insan təbiətinə uyğun gələn, yəni bütün müfəssəlliyi ilə, tamlığı ilə ən uyğun gələni hansıdır praktik olaraq? Söhbət ondan gedir də daha yaxşı olan, alət olaraq ən işlək olan, ən effektiv olan. Əlbəttə hər kəsin öz kültürünə uyğunlaşmış olması lazımdır. Birdən-birə eləmək olmur. Amma praktika kimi, kültür kimi insan onu öz gündəlik həyatına qatmalıdır. Necəsə hardansa başlamalıdır. elə deyil. Mənim Buyurun Məryəm xanım, elə sizə söz vermək istəyirdim. Sonra da Süleyman bəyə ki, biraz tez bitirmək üçün yavaş-yavaş. Buyurun. Mənim bir neçə sualım var idi. İlk sualım bundan ibarətdir ki, insan özünü tamamilə psixoloji vəziyyətini dedikcə inşa etmək, hər hansısa bir hadisə ilə inşa eləyə bilərmi? Bir psixoloq yanına getmədən və ya hər hansısa bir həyat yolunda bir hadisə yaşayandan sonra. Bu Məryəm mümkündürmü? xanım, Tamamilə. burada bir dənə sizi böldüm, üzr istəyirəm. Nəyə görə böldüm? Çünki bayaqki sualınıza bənzəyir. Biz əslində o sualın bir qisminə cavab vermişik artıq. Psixoloq olmadan, digər insan olmadan hissəsinə. Məncə onu demişik artıq, yaxşı? Amma o ki qaldı inşa eləmək dediyimiz şey. Yenə də burada da digər insanlara ehtiyacı var. İnsan sosial varlıq olduğu üçün, əlbəttə introvert insanlar var, daha hər şeyi tək başına eləməyi rahat hiss edən insanlar var və uşaqlığından bəri də özü ilə münasibət qurub, özü özünə bir gündəlik bir rutin qurmuş insanlar da var.
xarakterdən asılıdır. Amma mən düşünürəm ki, insan sosial varlıqdır və nümunəyə ehtiyacı var. Mütəmadiyyən də bir əks əlaqə görməyə ehtiyacı var. Ona görə də özü ilə eləyə biləcəyi çox şey olmağına rəğmən yenə də özünə bənzəyən insanlarla birlikdə olmağın yaşatdığı hisslərdən məhrum eləməməlidir. Eləyə bilərmi? Bilər, amma niyə eləsin də? İstəmirəm mən. İnsanı tənhalaşdıran şeylərə tərəf durmaq istəmirəm. Bir də belə bir fikirlər var. Məsələn, mən əhatəmdə çox eşidirəm də deyirlər ki, bu cəmiyyəti psixoloqlar pozdu. İndi hamı mən deyərək çıxır. Ümumiyyətcə, yəqin ki, bilirsiniz də bu ATV-də olan verilişlərdə çıxarılan psixoloqların aqressiyası, onların yanlış yanaşması bəlkə də insanları buna vadar edir və deyirlər ki, uşağı psixoloqa apar. Məsələn, valideynlərin mənə dediyi sözlərdən biri də budur ki, uşağımı psixoloqa aparam çox məşhur mərkəzlərin birinə. Bir seans apardım, çıxartdım, dedim niyə? Deyir, çünki uşaq gələndən sonra dedi, mənim öz qaydalarım var, mənim öz qanunlarım var, sən mənə qarışa bilməzsən. Və deyir, bu baxımdan da psixoloqlar deyir, uşağın valideynlərinə necə deyim, yəni pis vəziyyətdə yönləndirirlər də. Mən dedim ki, axı bu psixoloq belə yönləndirməli deyil də, bu düzgün yanaşma deyil. Onlar da dedi ki, bəs bütün psixoloqlar belədir də. Yəni bir uğursuz təcrübə onlar üçün bütün psixoloqların adını aşağı səviyyə salmağa xidmət eləyir də. Və mən bildirdim ki, biz əsas davranışa yönəlməliyik. Uşağın adını tərifləsək, öz ağlın, məsələn, sən çox ağıllısan, yəni şəxsiyyətə yönəlsək, biz onun narsist şəxsiyyət pozuntusu gələcəkdə olma ehtimalı var. Hər dəfə onu ancaq sən ağıllısan, sən beləsən eləsək. Amma davranışa yönəlik təriflər eləsək ki, sən bunu bacardın, bu daha doğru yanaşmadır və valideyn məndən razı oldu. Sadəcə bilmək istəyərdim ki, biz bu fikirləri necə qıra bilərik? Hələ də cəmiyyətdə psixoloqlara qarşı bir nifrət var və hətta mən bu idrak liseyində baş verən hadisə ilə bağlı sinifdə sorğu keçirdəndə dedim, kimdir günahkar sizcə burada? Elə sualı belə kobudcasına qoydum. Psixoloq hara baxırdı? Psixoloq uşaqlar bərkdən qışqırdı və gördüm ki, hələ də düzəlməli olan çox şeylər var bizim sahə ilə bağlı. Məryəm xanım, çox önəmli məsələlərə toxunursunuz. Məncə ən yaxşısı biz qeyd aparaq ki, uşaq psixologiyası sahəsində, uşaq psixoterapiyası və ailə psixoterapiyası sahəsindəki problemlərə aid ayrı bir webinar təşkil etmək lazımdır. Çünki sırf o sahədə çalışan dəyərli mütəxəssislərimiz də var bizim. Mən məsəl üçün uşaqlarla çalışmıram o qədər çox. Nadirən yeniyetmələrlə çalışıram və məktəbdə işləmirəm. Məncə bu sahədə işləyən psixoloqların, təcrübəsi olan yoldaşlarımızın bu barədə danışa biləcəyi bir çox məsələlər var. Bunu qeyd etmək lazımdır, ayrıca danışmaq lazımdır. Bəli, Sevinç xanım chat bölməsində bəzi linklər paylaşır, onlara da baxarsınız. Nübar xanım sual verib. İkinci sualım belədir. Əgər zaman olarsa cavabını eşitmək Çox üzr istəyirəm Təyyarə xanım. Nubar xanımdan əvvəl Süleyman bəy bayaqdan əlini qaldırıb. Məncə ona birinci ondan sonra Nubar xanım deyirsən. Salam aleyküm hamıya. Bir daha təşəkkür edirəm. Xoş gəlmisiniz. Çox sağ ol. Səhər xanım, sizə təşəkkür edirəm. Bu işi təşkil edənlərə də. Bir-iki kəlmə demək istəyirdim. Bu mühazirədə Səhər xanım, siz vurğuladınız ki, şərq və qərb yanaşmalarında artıq bu sərhədlər pozulmaqdadır. Burada ilk növbədə səhv elm sözünün məfhumunda idi. Müasir alimlər elmi empirik təcrübələrlə qəbul edirlər. Ona görə psixologiyanı uzun müddət psixologiya sözünü eşidirdilər, gülürdülər ki, burada hansı elmdən söhbət gedə bilər ki, bunu sən ölçə bilmirsən, biçə bilmirsən və s. Amma elm alimə feilindəndir, bilmək. Şərqdə bilikləri toplayıb bir şeyə yanaşırdılar. İstər mənəvi biliklər olsun, istər ruhani biliklər olsun, istər maddi biliklər olsun. Və buna bir kompleks şəkildə baxırdılar. Bunun ən pik nöqtəsi mənim üçün İbn Arabinin Əl-Futuhat kitabıdır və onun yanaşmasıdır. Düzdür, bəzi şeylər onun adına yaxınlar, amma onları deməyib, amma necə də bir şeylərsə onlar tam yanaşırdılar.
və həmişə Qur'anla gedirdilər. Hansı alimimizi götürsək, lap şairini götürsək, Nizami Gəncəvini götürsək, qəşəng şəriət və Qur'an sahibi idi və elmlər sahibi idi, İslami elmlərin sahibi idi. İstərsən Nəsimini götürsən, hansı ki, çölləri gezirdi, öz hurufiliyini misal üçün yayırdı və onu anlamadılar belə ki. İstər Füzulisini götürsən ki, ayaqqabıçı idi, İmam Hüseyn məscidində şair idi, pula şeir yazırdı. Amma onların biliklərinə baxarkən İbn Sinanı götür. Vaxtında onu öldürmək istəyirlər ki, insanın mədəsinə yardım. O bir dənə yarmaqla üç xəstəliyi şeylədir. Tuberkulozdur, meningitdir və apendisitdir. Onun şeyləridir, yenilikləridir. Və sair və illah. Çox danışmaq olar bunun haqqında. Bu elm məsələsi, onlar tam baxırdılar ki, insan tək maddiyyətdən ibarət deyil və aləm də maddiyyətdən ibarət deyil. Və burada elm-ü nəfs də deyəndə misal üçün orada bütün ələcin nəfsi var, psixoterapiya. Orada da misal üçün o belə desək də Rusça исцеление душой. O siz deyirsinizsə o nəfsin iştirakı orada olmalıdır. İstilin hərfi tərcüməsi orada. Burada artıq ruhun. Necə? Sırf olaraq ruhu vurğulayır da ki, yəni ruhun yəni ruh Yox, iştirak eləməsin də o orada ruh vurğulanmır. Mən də o şeylər keçməyəcəm. Sadəcə bu sözün tərcüməsindən danışıram ki, ələcin nəfsi. O psixoterapiya sözü ki var ümumiyyətlə. Hə, orada nəfsin iştirakı ilə olunan bir müalicədən söhbət gedir. O mənəvi bir şeydir, daha çox nəinki maddi bir şeydir. Və qısaca bu sahabələr haqqında da bir qatqı eləmək istəyərdim ki, sahabələr siz demişkən adi insanlar da yəni bizim gözümüzdə onlar bir böyük şəxsiyyətlər sözsüz ki də, yəni. Amma onlar da insan olublar. Onların da vaxtında xəstəliklər olub və pozuntular olub, havalananlar olub və s. və ilah. Qorxanlar da olub, qorxudan qayıdanlar da olub, İslam'a gələnlər uzun müddət müharibə eləyiblər Peyğəmbər İslamdan, sonra İslam'a gəliblər və əksinə uzun müddət Peyğəmbər İslam olublar. Məkkə misal üçün fütuhatında İslamdan qaçıblar. Bu qəlb xəstəlikləri də o vaxtdan ona görə cəlb eləyib insanları ki, hansı cəmiyyətin içində böyüyüb bu insan? Cəmiyyətin təsiri çox böyükdür. Ətrafımızın təsiri çox böyükdür. Mən əgər Quran oxuyanların, namaz qılanların ətrafında oluramsa, sualım olanda birinci onlara verirəm və onlardan müəyyən bir cavablar alıram. Amma mən müasir insanların ətrafında olsam ki, bunlar bütün gün keyf işrət, içki və s. Əşi keyf elə, tək ürəyində təmiz olasan, amma bu şablon sözləri eşidəndə istər-istəməz bu təsirini göstərməyə başlayır. Çünki söz yəni onun bir öz mahiyyəti var, öz qüvvəsi var və insan hansısa bir sözü ya fikri götürəndən sonra o siz demişkən içində də olsa onu təhlil edir. Bir növ onun səhv gedən zikrinə çevrilir içində, onun daxilində. Və son bir məqamı da deyim, mən qutarım və pasiyentim gəlir, üzr istəyirəm, ayrılmalı olacağam. Bu psixoloqlar cəmiyyəti pozur məsələsi. Bəli, elə psixoloqlar var ki, cəmiyyəti pozur. Necə ki, elə həkimlər var ki, cəmiyyəti pozur. İcra hakimiyyətində oturan bəzi şəxslər var ki, bir əmri ilə cəmiyyəti pozur. Yəni biz buna fokuslanmayaq. Biz indi burada belə deyək də, deyir, general olmaq fikirləşməyən əskər yaxşı əskər ola bilməz. Bir söz var, qəşəng bir söz var Ruslarda, amma biz də Peyğəmbər İslamı nümunə götürürüksə, sahabələrin o mömin sahabələri biz nümunə götürürüksə özümüzə, onlara baxıb yolumuzu davam edirik və bu məclislərin də məncə hədəfi odur ki, qəlblərimizi təmizləyək, düşüncələrimizi təmizləyək və bu da zikrin bir növüdür. İndi inşallah bunun haqqında kimsə danışacaq. Amma bu da zikrin bir növüdür. Təşəkkür edirəm. Mən çox sağ olun. icazə verirsiniz. Hamı təşəkkür edirəm. Mən sadəcə ayrılmalıyam çünki onlayn artıq qoşulmalıyam başqa bir yerə. Hamıya təşəkkürümü Çox bildirirəm. təşəkkür. Sağ olun. Razinin özünü və əsərini də vurğuladığınız üçün sizə ayrıca təşəkkür edirəm. Sağ olun. Sağ olun.
Başqa fikir bildirmək istəyənlər varsa, yəni buyura bilər. Çox tez, qısa müddətdə, qısa şəkildə bildirə bilərsiniz. Yoxdursa da yavaş-yavaş. Yekunlaşdıraq biz də bəli Hı. Sevinç. Aha. Buyurun, nəsə demək istəyirdiniz yoxsa? Mən təşəkkür eləmək istəyirəm hər kəsə, iştirak edən. Öncədə biraz daha çox idi adam. Yəqin ki, vaxt keçdikcə ayrılmalı oldular. İştirak eləmiş aralarında tanıdığım adamlar var, yeni insanlar var və mən çox şadam ki, belə bir görüşümüz oldu. Ümid edirəm ki, faydalı oldu. Mən də elə ümid edirəm və düşünürəm ki, həqiqətən faydalı oldu. Yəni ilkin immün nəfsi başa düşməklə bağlı ilkin konseptləri bilməyimiz çox vacibdir və çox da gözəl izah elədiniz. Allah razı olsun. Allah elminizə bərəkət versin. Növbəti görüşlərdə inşallah daha detallı şəkildə də yavaş-yavaş Gülarə xanımın da inşallah çox maraqlı bir mövzu ilə əlaqəli webinar olacaq. Ona da hamınızı gözləyirik, qoşularsınız. Bir də bəzi linklər paylaşmışam chat bölməsində. Onlara da göz atmağınızı və indidən link, yəni kopya eləyib harasa yapışdırmağınızı xahiş edirəm. WhatsApp-a qoşula bilərsiniz növbəti görüşlərimizdən xəbərdar olmaq üçün. Bu kimi görüşlərimizin rekordu hal-hazırda gedir və onu YouTube kanalımıza da paylaşacağıq. Yəni ICP-nin ümumi YouTube kanalında. Əlavə olaraq Instagram səhifəmiz var ki, Azərbaycan dilində olanda açacağıq yaxın zamanda inşallah. Və bir də ümumi web səhifə var, ICP Foundation deyə. Orada da onun əsas missiyası, vizyonu nədir, hansı kurslar var, necə qoşulmaq olar, yəni bununla da bağlı göz ata bilərsiniz məlumat əldə etmək üçün. Belə ümid edirəm, dediyim kimi faydalı oldu. Hər birimiz faydalandıq. Mənim şəxsən öz adıma çox yaxşı oldu. Yəni Ramazanın ortasında belə bir mövzu ilə haşır nəşir olmağımız. Sadəcə bir dənə sual vermək istəyirdim. Bu təzkiyə ilə bağlı mən öz iki burada tələbəmi görürəm, tələbə demək olarsa. Bizim təzkiyə proqramımız olmuşdu və elə sənin dediyin bu təzkiyə ilə bağlı bayağı bir 2 ay yarımlıq bir proqram keçirmişdik qızlarla bağlı. Yəni necə təzkiyə eləmək olar öz nəfsimizi. Və bununla bağlı Mənzər və Şəbnəm, səhv eləmirəmsə Şəbnəm buradaydı bayaq, yəni çıxmayıbsa. Baxın, deyəsən çıxıb artıq. Hə, Mənzər burdadır. Mənzər, təzkiyə prosesi necə idi? Yəni onunla bağlı fikirlərini bölüşə bilərsən. Bir də ki, hansı proseslər var idi təzkiyədə? Görüm yadında qalıbmı hamısı? Yəni bir insan nəfsini, qəlbini təzkiyə eləmək üçün hansı addımlar atmalıdır, nələr eləməlidir? Mənzər, burdasan? Mən də çıxmalıyam Sevinç. Haqqınızı halal eləyin. Allah razı olsun Səhərə xanımdan da. Təşəkkür İnşallah edirəm. növbəti Çox görüşlərdə. sağ olun. Sağ Tamam. olun. Zaten deyəsə Mənzər də müsait deyilmiş. Nəysə, ümid edirəm gəlin dəfə soruşarıq. Sevinç, ümumiyyətlə təzkiyə ilə bağlı sizin bu etdiyiniz praktikanın ümumiyyətlə maraqlıdır. Çox maraqlıdır. Bilmirəm, buna ayrıca görüş eləmək olarmı? Necəsə bunun praktikasını bizlə paylaşmağınızı çox istəyərəm. Çünki siz uzun İnşallah. müddət, nə qədər dediniz eləmisiniz? 2 ay yarım. Yəni hər həftə 2 müəyyən ay görüşlərimiz olur. Çox başlı bir proqramdır. Yəni bu proqram hər bir insan üçün maraqlı ola bilər. Bəlkə də kimlərsə də özləri eləmək istəyirlər. Öz olduqları məkandakı yoldaşları ilə öyrədə bilsəz bunu. Necə? Yəni demək istəyirəm ki, onun metodikası varsa, paylaşa biləcəyiniz bir metodikası. Mənzər deyəsən açdı. Görüm, yəni yadında qalıbmı onun müəyyən öyrəndiklərimiz? O paylaşa bilər qısa şəkildə. Mənzər, burdasan? Salam aleyküm, üzrsən, gec açdım. Amma açmalıydım çünki elə bir əməyin, elə bir sistemin, strukturun olduğu bir proqram idi ki, haqsızlıq olardı haqqında fikir bildirməsəm. Və bizə söz verildi ki, bu inşallah növbəti zamanlarda da keçiriləcək. Hətta xanımlarımız əksəriyyəti, mən əminəm ki, mən daxil yenidən qoşulmaq niyyətimiz olacaq. Çünki təzkiyə, bu arada mən Səyyarə xanıma təşəkkür edirəm. Çox maraqlı, axıcı bir söhbət idi. Allah razı olsun. Və sayı davamlı olsun belə proseslərin. Bu Səyyarə xanım da qeyd elədi ki, təzkiyə prosesi qəlblə bağlı, yəni nəfslə bağlı bir şeydir və qəlb də haldan hala çevrilən bir orqanımızdır. O baxımdan o təzkiyəyə xanımların yenidən qoşulması məncə mütləqdir. Düzdür, rekord olunur görüşlər, amma yenə də daim insan o təzkiyə prosesi üzərində işləməlidir. Ona görə də yenidən qoşulmaqda məncə bir ayıb yoxdur bizim üçün. Belə, 8S modelindən ibarətdir təzkiyə. Buralardan söhbət açım yoxsa necə? Qısa şəkildə hansı olduğunu deyə bilərsən. Aha, biz 8S modeli ilə getdik.
Hətta bu modelləri indi xatırladığım qədərilə inşallah bölüşəcəm. Düzdür, ingilis dilində başlanğıcda C olaraq gedir, amma Azərbaycan dilində fərqlənir. Biz birinci başladıq hər bir şeyin qaynaqlı olan elmdən, elm, təfəkkür prosesindən, daha sonra zikirdir, Allahı xatırlamaqdır. Yəni təzkiyə, insanın nəfsi necə təzkiyə olunur, bunun mərhələlərindən bəhs elədik. Elmdir, ikinci mərhələ zikirdir, Allahı xatırlamaqdır. Üçüncü mərhələ səhv etmirəmsə ixlas idi. Niyyətimizi saflaşdırmaq, təmizləmək və daim onu təmiz saxlamaq. Yenə də yəni gedib dönüb baxacağımız, təmizləyəcəyimiz məsələlərdən biridir. Dördüncü, insanın öz duyğularını idarə eləməsi idi. Bu mənə maraqlı gələn proseslərdən biri idi. Sonra gəlirdi itayət, yoxsa ibadət, İbadət və səhv itaət bir etmirəmsə yerdə. ibadət. İbadət, daha sonra insan özünü müşahidə eləməsi, ən sonuncusu xidmət idi. Ondan öncəsi isə dostluq və yoldaşlıq xatırladım. Mən bunu nəyə görə də xatırlayıram? Çünki mən bunu tez-tez təkrarlamağa çalışırdım. Eyni zamanda dərslərdə də deyirdim ki, qoy təkrar kimi çıxsın. Bunu əzbərləmək çox önəmlidir. Çünki bu proseslər insanın düşünürəm ki, həyatının hər bir mərhələsində var. Bütün 24 saatında var, həftəsində var, ayında var, ömründə var. Elm var, Allahı zikr eləmək var, danışmaq var, ixlas var, niyyət var. Biz dilimizdə səsləndirməsək də, əslində hər bir prosesimizdə bir niyyətimiz olur mütləq şəkildə, şüurlu və yaxud da şüursuz. Bütün xanımların mənə elə gəlir ki, həyatına bir çox qatqıları oldu. Mənim həyatıma qatqılarından biri nə oldu, ona istəyirəm keçim, individual məsələlərə. Mən niyyətimə çox önəm verməyi öyrəndim. Niyyətimi proses əsnasında da dəyərləndirməyi öyrəndim. Hətta prosesin sonunda da analiz eləməyi öyrəndim ki, növbəti dəfə müəyyən bir xəta eləmişəmsə, o xətaya bir də düşməyim. Daha sonra insanlarla əlaqələrimə təsir elədi. Mən sosiallığı çox belə yaxşı, çox-çox yaxşı şey bilirdim. Yaxşı şeydir, amma çox-çox yaxşı şey bilirdim. Çünki bizə nə öyrətmişlər? Networking öyrətmişlər, daim insanlarla əlaqə öyrətmişdilər. Amma insanlarla görüşün, insanlarla vaxt keçirtməyin öncədən bir planlaması olmalıdır. Düzdür, biz spesifik mən bu barədə danışmışıq, sadəcə mənim çıxartdığım nəticələrdən biri bu idi. Məsələn, bir insanla görüşərkən bir niyyətin olmalıdır, sırf dostumdur deyə gedib görüşmək indi mənə məsəl üçün absurd gəlir. Mən bu insanla hansı niyyətlə əsasən görüşürəm? Bu söhbətin əsnasında o qayəm nədir? Son məhsulum nədir? Nə umuram? Konkret bir ummaqdan söhbət getmirdi, bir niyyətdən. Allahın izni ilə mən nə umuram? Qayəm nədir? Bu tərzdə bir şey. Və yaxud da xidmət. Bu xidməti məsəl üçün ən yuxarıya qoyduq biz. Məsələn, mənim bu insan üçün xidmətim nədir və yaxud da bu dostdan nə xidmət ala bilərəm? Burada ego deyil məsələ. Yəni ilahi bir şeydir deyə düşünürəm. Allaha dayanan bir şeydir. Yəni də niyyətin saflaşması ilə bağlı bir şeydir. Belə. Çox sağ ol, Biraz təşəkkürlər. duyğuların idarə etməsində Maraqlı daha kontrollü Bəs bu daha çox qarşılıq gözləmək deyil, yəni qarşı tərəfdən biz heç bir niyyət qoymadan da sevdiyimiz insanlarla görüşə bilmərik. Yox, burada qarşılıq gözləmək, onu məsəl üçün vurğuladım. Dedim bu egoya dayanmır. Məsəl üçün xidmət məsəl üçün egoya dayanmır da. Mən burada özüm üçün sırf nəsə ummuram. Gedərkən ona necə bir fayda verə bilərəm? Məsəl üçün özüm üçün bir doza da ayarlamağa çalışıram son zamanlar. Ki mən bir insanla görüşürəm və mənim niyyətlərimdən biri də həm də bunu təyin eləməyə çalışıram ki, bu insan mənlə görüşərkən necə idi? Məndən ayrılarkən necə olmağını istərdim? Daha nikbinmi? Daha ümidvarmı? Daha bilgilimi? Yəni dediyim kimi burada egoya dayanmır əslində mən dediyim. Ya da xidmətə dayanır. Biz indi o dərsi buyurun. Bunu təməlindəki prinsipləri danışmadan necə olduğunu deyəndə biraz qarışıq olur. Gərək o təməlindəki prinsipləri açasan da, biraz zaman lazımdır onu danışmaq üçün. Düzdür. Bir də burada əsas nöqtə o idi ki, yəni biz ətrafımızdakı insanlardan təsirlənirik. Yəni sırf networking olsun deyə, sosial çevrəmiz çox olsun deyə gedib hər adamla görüşməyimiz bizim gələcəkdə qəlbimizə, nəfsimizə, ağlımıza, mənəviyyatımıza, ibadətlərimizə, zikrimizə, Allahla əlaqəmizə birbaşa təsir eləyir. Yəni input nədirsə, output da ona uyğun olur. Ona görə daha şüurlu şəkildə eləməliyin tərəfdarı olduğumuzu qeyd eləmişdik. Amma nəsə biraz uzun mövzudur, sonradan danışarıq. Artıq yəni Bizim danışdığımıza belə bağlaya bilərik bunu ki, burada ağıldan söhbət gedir. O bayaq dediyimiz o ağılın hər şeyi idarə edən bir yerdə dayanmaq lazımdır dediyi balansı qorumaq üçün.
Əslində bu da hamısı balansla bağlı. Sadəcə orada dəyərlər sistemində alma vermə balansı Məryəmin verdiyi sual biraz onunla bağlı idi ki, bəs sən özünü aldadarsan da birdən elə bilərsən ki, heç nə almayacaqsan. O altruizmin dərk olunmayan bir versiyalar olur. İnsan elə bilir ki, xeyirxahlıq eləyir, amma əslində özünə xidmət eləyir də. Əslində onun verdiyi sual biraz o barədə idi. Amma onu açmaqdan ötürü gərək bütün bu konsepsiyanın, təzkiyənin və onun verdiyi məqsədə yönəlişlikdir də. Müsəlmanın özünə görə bir məqsədə yönəlmiş həyatı var ki, o qayə götürür özünü. Bu qayə ideologiyasını, o şeyi başa düşmək, onu açmaq lazımdır əvvəl ki, sonra artıq mən sənin dediyin məsələ başa düşürsün. Düzdür. Tamam. Təşəkkür edirəm Təşəkkür Sərxan izah elədiyiniz. Mən məsəl üçün ona görə mütləq şəkildə orada vurğuladım ki, bu heç bir şəkildə egoya dayanmır əslində. Və digər tərəfdən İndi İslam onu da sən sənə sən bilirsən, amma necə baş verir o? Bildin necə? Yəni ki, Praktikada, skeptizm yaradır və qarşı tərəfdə yaradır skeptizm. Çünki missionerlərdə falan çox olur axı belə sektalar olur. Baxma, istər-istəməz insanda skeptizm yaradır ki, insan necə eləyə bilər ki? Yəni bu çox təbii bir sualdır. Əslində çox da lazımlı bir sualdır bu. Sualı vermək lazımdır. Çünki saf insanın özünü dərk elədiyi motivasiya ilə dərk eləmədən özü özündə zənn elədiyi motivasiya arasında çox böyük fərq. Evet. Düşünürəm ki, bu təzkiyə üçün də, yəni Ramazan çox münbit bir şəraitdir. Yəni daha 25 günümüz var, yəni 24-25 günümüz var təqribən. Ona görə təzkiyə prosesinə xüsusi diqqət yetirməyinizi, yəni tövsiyə edə bilərəm mən də öz şəxsim adına da. Çünki çox münbit bir şəraitdir dediyim kimi və yəni şeytanlar da zəncirlənib, Allah da rəhmət qapılarını axıra qədər açıb, sadəcə bizdən hərəkət gözləyir ki, o da bərəkət versin. Ona görə hamımıza Ramazanı çox gözəl şəkildə dəyərləndirməyi Allahdan diləyirəm. Təkrar Allah bütün o ibadətlərinizi, oruclarınızı qəbul eləsin. Və artıq görüşümüz bir dəqiqə sonra tamamlanacaq. Çünki vaxtı ona əsasən qoymuşdum. Ona görə artıq yekunlaşdıra bilərik deyə düşünürəm. Təkrar təşəkkürlər hər birinizə qoşulduğunuz üçün. Səyyarə xanım, sizə də çox təşəkkür edirəm. Belə. Sağ Mən olun. təşəkkür edirəm.